fon ya da mikrofon səsində bir sıxıntı yoxdur deyə. Yox, Allah da şükür. PKT da danışaq. Bəli, bəli. Ayələrlə bağlı təklif eləmişdin. Hansı ayələri nəzərdə tutursan? Ya da mövzu tam olaraq nədir? Bir stabil mövzu qoyuruq yoxsa? Bayaq bu deyirdin ki, İslamın ayələri şiddətə sövq eləyir. Mən sizin bu barədə danışaq ki, hansı ayələrdə o şiddətə sövq eləyən ayələr? Maraqlıdır mənim üçün. Tamam. Məsəl üçün biri Tövbə 5, biri Tövbə 29 kimi ayələr. Okey. Ya birindən başlayaq. Birindən başlayaq. Tövbə 5. Getdik. Ya Allah, bismillah. Okey. Ya mən də açım. Azərbaycan da oxuyuram. Sonra maraqlı qalan yerə deyərsən söhbət edərik. Beləcə haram ayları çıxdığı zaman artıq müşrikləri harda görsən öldürür və onları tutun və onları mühasirə edir. Nəzarət yerlərinin hamısında oturun. Bundan sonra əgər tövbə eləsələr və namaz qılıb zəkat versələr, o təqdirdə onların yolunu sərbəst buraxın. Mütləq ki, Allah Ğafurdur, Rahimdir. Okey. Məndə də yazdım. Burada şiddətə sövq eləyən şey nədir? Öldürün. Yaxalayıb əsir alın, həbs edin və bütün yollarını, keçidlərini tutun. Okey, öldürün sözü sən də şiddətə sövq eləyir. Aidiyyəti var, öldürün. Niyə? Mənim müşrik dedikləri kimdir? Onu Okey. detaylandırmaq lazım. Deyəcəm. Birincisi burada ayədə bütün müşrikləri demir. Öncə müşriklər kimlərdir? Onlar dedilər bizim Müşriklər istifadəçilərimiz. kimlərdir? Bizlər. Quranın müşrik dediyi şəxslər, Qurani Kərimdə, yəni Allahın müşrik dediyi şəxslər Məkkədə yaşayan bütpərəstlərdir. Yəni şey olaraq deyirəm, xitab olaraq müşrik bunlardır. Amma bu ayədə Tövbə 5-də Məkkədəki bütün bütpərəstləri öldürün demir. Bax, diqqət elə. Ayədə deyir ki, ərəbcəsinə transkripsiya ilə baxa bilirsən. Necə? Bəli, ərəbcəsini transkripsiyadan baxa bilirəm. Okey. Mən oxuduqca bax, səhv desəm deyirəm ki, səhv. Aha. Amma mən burada başa düşməyəcəm də. Çünki transkripsiyada, digital transkripsiyada deyirsən. Baxaq. Azərbaycanda transkripsiya. Tövbə surəsi 20 yox, 5. 5. Tamam, indi baxa bilirəm. Okey. Mən oxuduqca sən denəm. Səhv oxuyuram, düz oxuyuram. Transkripsiya gözümdə yandadır. Fə izən səlihəl əşhurul hurumu fəqtul əl-müşrikinə. Düzdürmü? Düzdür. Burada müşrikinə deyilmir, əl-müşrikinə deyilir. Razısan mı bundan? İ hərfinə bənzəyən hərf. L olaraq götürsək, hə. Fəqtul əl-müşrikinə. Fəqtul öldürün. Ortaq qoşanları. Əl-müşrikinə. Bax, ayədə Ortaq qoşanları da bəli, şərq qoşanları. okey, yox, burada hələ ki terminlə gedirik də. Bax, müşrikunə bax. Müşrikinə ilə əl-müşrikinə fərqi bilsən nədir? Nədir? Bax, ingiliscə bilirsən azdan çoxdan. Ha. İngilis dilində z article nədir? O. Yox, zis yox, z. Yox, onu elə bilin. Elə dərinləməsində fonetik Bax, olaraq. məsələn, mən sənə deyirəm ki, give me a book, bir də deyirəm give me the book. Düzdür, bunlar fərqli sözlərdir. Aha. Give me a book o deməkdir ki, mənə istənilən bir kitabı ver, fərqi yoxdur, nə kitab olur olsun. Give me the book o deməkdir ki, mənə nəzərdə tutduğumuz kitabı ver. Yəni müəyyənlik artiklıdır z. Bir şeyin müəyyənliyindən danışılır. Yəni müəyyən kontekstdən gedir söhbət. Ərəb dilində də əl artiklı müəyyənlik artiklıdır. Yəni bir sözün əvvəlində əl gəlirsə, orada müəyyənlikdən bəhs olunur. Yəni bir qrupdan nədən ki söhbət gedir, ondan bəhs olunur. Burada da deyir əl-müşrikinə. Yəni ayə demir ki, bütün müşrikləri, deyir əl-müşrikinə, nəzərdə tutulan müşrikləri. İndi burada Kimlərdir soruşa onlar? bilərsən ki, okey, indi sən soruşa bilərsən ki, bax bu nəzərdə tutulan müşriklər kimdir ki, Quranda öldür o. Düzdür? Aha. Bəli. Okey. İndi qayıdırıq Tövbə 4-ə. Qayıt edən səndə. Çox qarşımdadır. Okey. Deyir ki, müşriklərdən əhd aldığınız insanlardan, yəni əhd almaq nə deməkdir? Sülh içində olduğunuz, sizdən döyüşməyən. Əhd aldığınız insanlardan, sonradan sizdən bir şey əks etməyən, yəni bu nə deməkdir? Sənlə sülh bağlayıb ki, bu mən səninlə işim yoxdur, sonradan bunu pozur, əks etmək budur. Əks etməyənlər və sizə qarşı döyüşənlərə yardım eləməyənlər istisnadır. Bax, 3 dənə şey qoydu. Məndə müqavilə yazır axı. Hə? Bax, deyirəm. Müqavilə. Diqqət elə deyirəm, bax.
Birincisi sizdən əhd bağlayanlar. Əhd nə deməkdir? Yəni səndən sülh əhdi bağlayıb, səndən döyüşmür. Əhd bağladıqdan sonra əks etməyənlər. Yəni nə deməkdir? Əhdi bağlayıb, sonradan bunu pozmuyor. Üç o deməkdir ki, sənlə döyüşənlərə kömək eləmir. Deyir bu üç qrup istisnadır. Okey? Bax. Deyir ki, istisnadır. O təqdirdə onlara müddətləri sona çatana qədər əhdi tamamlayın. Yəni nə qədər ki sülh bağlamışsınız onlarla sizin heç bir işiniz yoxdur. Sülh içindəsiniz onlarla. Dalıcan gəlir. Əl-müşrikinə. Bax indi başa düşdüm burada nəzərdə tutulan müşriklər kimlərdir? Yox, zaten bildiyim şeylərdir bunlar. Bax, öldürün dediyi müşrik kimdir? Sənlə sülh bağlamayan, yəni səndən döyüşən. Sənlə sülh bağladıqdan sonra sülhü pozub sənə hücum eləyən və sənə hücum eləyənlərə kömək eləyən. İndi sual verirəm sənə. Dünyanın hansı qanununda sənin üstünə hücum eləyəni öldürmək yanlış bir şeydir, şiddətə sövqdür? Əhsən, gözəl. Onda sual belə olmuş. Sən sualıma görə doğrudur. Birəbir doğru. Dünya hüquq sistemində də, insan düşüncələrində də, yəni standart hüquqsuz olsa belə, yəni bir yazılı qaynaq olmasa belə. Onda sual olmuş. Bizim, yəni Azərbaycan coğrafiyasının ərəb toplumu ilə hansı bir müqaviləsi var idi? Yox idi. Azərbaycan Bax, Azərbaycanda bu din var. Bu din bura sülh yolu ilə gəlməyib. xeyir gəlməyib. Bunu nəyə əsaslanaraq bura gətiriblər bu bir? İki, Oku. bir müqaviləmiz yox idi. Yəni, hələ mən bunu digər tərəfdə iki fərqi yoxdur. İki tərəfi də bizimdir. Mənə görə bizim sayılır. Çünki bunun içində Talkan da var söhbətin içində. Okey. Türk dünyasının da bir müqaviləsi yox idi ərəb topluluğu ilə. Hə, burada mövzu sizin baxışınızdan müzakirə oluna bilər. Əməvilər ideal İslam mənsubları idi, deyilmi? Bu artıq bizim mövzumuz deyil. Okay. Doğru İslamı tətbiq edirdilərmi, eləmirdilərmi? Amma sizin qaynaqlarınızı detaylı araşdırmasan da, sünni qaynaqlarında ki, onların mötəbər saydığı Taberi deyə biri var. Net olaraq bütün yazdıqları tarixi qaynaqlarda, istər Azərbaycana, istər bu coğrafiyalara, istər Pərs imperatorluğunun, yəni İranlılara, Sasanilər olan hücumlarda tamam bütün proseduranın şəriətə uyğun olduğu net olaraq təsdiq edirlər. Onlar təsdiq edirlər. Mənim mövzum deyil bu. Burada məsələ bunlar ibarət ki, müqavilə bağlandıqdan sonra bildiyim qədərilə Məkkə müşrikləri adlanan o qrup, istisnai qrupun Məkkə xaricində Mədinədən gələn bir qrupla ya da Peyğəmbər və ətrafı ilə olan bir qrupla bir müqaviləsi yox idi. Hər hansı bir sülh müqaviləsi də yox idi. Kim o? Məkkədəki müşriklər ki var, o kateqoriya üçün alırsınız. Yəni hal-hazırda ayətə görə də o kateqoriya ayırdım. O kateqoriyanın Məkkə xaricindən gələn, yəni hicrət mövzusu var da burada. Peyğəmbərin gəlişi, Məkkəyə qayıdışı və s. Peyğəmbərin qayıdışında heç bir müqavilə falan yox idi. İki, söhbət burada şiddətdən gedirsə, yəni tırnaq içində barbarlıqdan gedirsə, Məkkədə zaten, yəni bugün bilinən ibadət yeri kimi bilinən Məkkədə zaten 300-ə yaxın bir but var idi. Onlarda bütpərəst deyə bilərik. Paganist inancın mənsubları deyə bilərik. Bütpərəst, müşrik yəni. O bütpərəstlər digər bir tanrı konseptinə də anlayışına savaş açmışdı. Bu bir sualdır. Yəni cavablanması lazım. İki, niyə uyandı? Deyəndə xristianlıq, yəni İslamın ortaya qoyduğu və ya xristianlığın ortaya qoyduğu. Ki xristianlığın elə bir iddiası yoxdur. İddia sizdədir. Suallara bir cavab verim. Çünki əvvəl itiraz sualım. Tamam, onda belə bir sual qoyum. Oradakı Məkkə müşriklərinin Muhammed və ətrafı ilə bir daha Azərbaycandan başlayaq. Çünki arda-arda çox oldu, bir gedək. Okey, ya bir cavablayın ki, çünki sonra sual uzandıqdan yaddan çıxırmır. Bax, birincisi Azərbaycandakı məsələdən danışırsan. İslamda iki cür fəth var. Bilməm bilirsən yoxsa yox. İki cür cihad var, üzr istəyirəm, fəth yox. Bir hücum cihadı var, iki müdafiə cihadı var, difa cihadı. Bilirsənmi bunu? Bəli. Okey. Amma bu Qurana sabit deyil. Yəni şəriətin tamam bölmə olmaz. Yox, Quranla sabitdir bu məsələ. Cihadın yöntemləri Quranla sabitdir. Bəli. Tamam, davam edərik onda. Sən fikri tamamla. Deyəcəm sana. Bax, iki cür cihad var və biz o dövrdə peyğəmbərdən sonrakı dövrü qəsd edirik təbii ki. Çünki peyğəmbər vəhyin gəldiyi şəxsdir və onda xəta ola bilməz. Bundan, yəni peyğəmbərdirsə əgər sən də razısan ki, bu
İslam'a tam uyğun bir adamdır. Yəni bunda İslam mövzusunda xəta ola bilməz. Birisi bir peyğəmbərdirsə və bu Tanrıdan vəhiy alırsa, Tanrıdan yanlış bir şeyin gəlməsi imkansız olmalıdır. Mümkün deyil. Yəni dini mövzuda bu səhv eləyə bilməz. Biz deməli peyğəmbərdən sonra baş verən proseslərdə iki nüansa baxırıq. Burada baş verən cihadlar bir, Qurana uyğundurmu, iki, peyğəmbərin sünnəsinə uyğundurmu? Bu iki şeyə baxırıq. Əgər Qurana və peyğəmbər sünnəsinə uyğundursa, deməli İslamın dediyi bir cihaddır bu. Dondun sən deyəsən. Yox, səsim gəlir axı. Şəklin olduğu kimi qaldı. Səsim gəlir. Səsin gəlir, amma şəklin qalıb yerində. Şikildə durub orada. Sən setdə bir problem var görəsən? Yox. Bağlantıda bir problem yoxdur. Doma var. Məndə də onu deyirəm. Bəlkə sizdə Altdan yazılar donmur. Onda məndə o. Ola bilər ha. Yox, məndə dom olanda bildirim gedir ora. Hər şey okey deyirlər, amma məndə niyəsə şəkil donub qalıb məndə niyəsə. Bildirim göndərin bəlkə şey dəyişilməlidir, pozisyon dəyişilməlidir. Bir dənə onu qəbul edin. Hə, dəyişildiyindir. Yox, yenə olduğun kimi qalmısan. Hə, Bu onda niyə belə oldu məndə bilirsən? Mənim ekranımda da problem düzdürsünüz, amma niyə belə oldu? Ha, indi düzəldi, okey. tamam. Neyinə düzəldi? Suallar, kəskin və radikal şeylər yazmayaq çatda, rica edirəm. Ha. Deməli, Nihat, bax. Peyğəmbərdən sonra baş verən proseslərin düzgün olub olmadığına baxmaq üçün iki şeyə baxırıq. Bir, Qurani-Kərim, iki, Peyğəmbər sünnəsi. Çünki İslamın təməl qaynağı Qurandır və Quran Peyğəmbərə gəlib ən düzgün tətbiq edən Peyğəmbərdir. Razısan bundan? Elə olmalıdır. Hı? Elə olmalıdır. Bəli. İndi gəlirik Azərbaycandakı, deyirsən ki, Azərbaycanla müqavilələr yox idi bunlar, amma hücum elədilər. Düzdürmü? Mən deyirəm ki, bu hücum İslam konsepsiyasına uyğun hücum deyildi. Mən bunu fəth kimi yox, işğal kimi qiymətləndirirəm. Mənim şəxsi yanaşmam budur. Onda belə bir sual yaranmırmı ki, işğalçının gətirdiyi dinə nə qədər güvənə bilərik? İndi deyəcəm. İşğalçının gətirib gətirməməyi mənim üçün önəmli deyil. Mənim üçün o şeyin doğru olub olmaması önəmlidir. Bunu kim gətirib, necə gətirib, niyə gətirib? Məsələn, o qədər elmi nəzəriyyə ola bilər ki, bunu gətirən pis bir adamdır. O demək deyil ki, bu elmi nəzəriyyə yanlışdır. Bununla razı deyiləm mən. Bax, indi birinci biz baxırıq Qurani-Kərim konsepsiyasına. Məsələn, Bəqərə surəsi 190 aça bilərsən. İkinci surə 191-ci surə. Bəli. Hətta 191 də mənim çox sevdiyim ayətlərdən biridir, şəxsi olaraq. Baxarıq ona da, heç bir problem yoxdur. Mən bir dənə Quran konsepsiyasını izah edeyimsə, ondan sonra baxalım. Bax, 190-da nə deyir? Deyir ki, sizinlə döyüşənlərlə Allah yolunda siz də döyüşün. Amma ədalətsizlik eləməyin. Allah həddi aşanları sevməz. Düzdürmü? 190-da elə bir ayə yox. Bari bax, ey möminlər, sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Aha. Allah həddaşanları sevməz. Yəni qısa bir ayədir bu. Mən belə demədim bəs. Ha, elə dedirsə sorun yoxdur, amma bunun davamında da bir neçə problem Yox, var. Onlar da davam edir. Davamına gəlir, heç bir problem yoxdur, davamına gəlir, narahat olmamağa gəlir. Bax, ayə açıq-aşkar deyir ki, sizinlə döyüşənlərlə siz də döyüşün. Bax, icazə verir. Deyir ki, amma həddi aşmayın. Həddi aşmaq nə deməkdir? Yəni, sizlə döyüşməyənlərlə döyüşməyin. Açıq-aşkardır ayə. Sizlə döyüşənlərlə siz də döyüşün, amma həddi aşmayın. Və qadağa eləyir, deyir, Allah həddi aşanları sevməz. Düzdürmü? Ayə bunu deyirmi? Deyir. Okey. İndi Mümtəhənə 8-9-u aç, zəhmət olmasın. Neçənci surədir? Mümtəhənə 60. 60-cı surənin 8-9-unu aç.
60-cı surənin 8-i 9-u. Bax, 8-də deyir. Allah din üçün, din uğrunda sizinlə döyüşməmiş və sizi yurdunuzdan çıxartmamış olan kimsələrə yaxşılıq eləməyinizdən və onlarla ədalətlə davranmağınızdan sizi uzaqlaşdırmır. Qadağa eləmir sizə bunu, düzdürmü? Okay. Dalıcan deyir. Mütləq ki, Allah ədalətli olanları sevir. Yəni deyir, kimsə sizlə döyüşmür və sizi yurdunuzdan çıxartmır, sizin torpağınızı işğal eləmir yəni. Onlara yaxşılıq eləmək və ədalətlə davranmaq sizin üçün qadağan olmayıb və bu ədalətdir. Allah deyir ki, Allah ədalətləri sevir. Dalıcan deyir 9-da. 9-a bax indi. Deyir ki, fəqət Allah din uğrunda sizinlə döyüşmüş və sizi yurdunuzdan çıxarmış olan və sizin çıxarılmağınıza kömək eləmiş olan kimsələrlə dostluq etməyinizi qadağan edir. Və kim onlara tərəf dönərsə, yəni onlarla dostluq eləyərsə, o təqdirdə o da onlar kimi zalimdir. Diqqət elədin. Bax, Mümtəhənə 8-də açıq-aşkar deyir ki, sizlə döyüşməyən, sizin torpağınızı işğal eləməyən insanlara yaxşılıq eləməyiniz, ədalətlə davranmağınız sizin üçün doğrudur. Yəni ədalətlidir bu yanaşma. Və 9-da da deyir ki, ancaq o kəslərlə şey eləyin ki, yəni düşmənçilik eləyin ki, dostluq eləməyin ki, onlar sizlə din uğrunda döyüşürlər və sizi yurdunuzdan çıxardılar. Bu Quranın konsepsiyasıdır. Yəni bu konsepsiyadan biz baxanda ərəblərin Azərbaycanı işğal eləməsi Qurana müvafiq deyil. Gəldik Peyğəmbər sünnəsinə. Peyğəmbər, Allahın salamı olsun ona, heç bir müharibəsi, Peyğəmbərin heç bir müharibəsi hücum cihadı deyil. Mənə Peyğəmbərin həyatından bir dənə hücum cihadı göstərə bilməzsən. Peyğəmbərin bütün döyüşləri difadır, müdafiə cihadıdır. Və bu da məsələnin sünnə tərəfini göstərir. Yəni həm Quran deyir ki, sizlə döyüşməyənlərlə döyüşməyin. Peyğəmbər də həqiqətən kim ki bunlara hücum eləməyib, onlara hücum eləməyib. Kim ki bunlarla döyüşməyib. Bunlarla razı deyiləm, amma tamamla mən öz ayətlərimi verəcəm. Yox, indi ayədən okey. İndi bu məsələni də dəqiqləşdirək, sonra ayəyə gələrik. Və Peyğəmbər heç bir zaman onlara hücum eləməyən, onları öldürməyən müsəlmanlara hücum eləməyib. Tarixdə belə bir fakt yoxdur. İndi bu iki konsepsiyadan baxanda həm Quran, həm sünnəyə görə ərəblərin Azərbaycanı işğal eləməsi fəth yox, işğaldır. Və mən bunu işğal kimi qiymətləndirirəm və İslam'a müvafiq görmürəm. Buyur. Gözəl. Bu barədə mən səndən razıyam. Okay. Amma başlayaq şiddətlə bağlı kəskin müzakirə mövzuları olan ayətlərdən. Nisa 78. Yox. Ət-Tövbə surəsi 11-ci ayətdən. Okay. Ət-Tövbə surəsi 11-ci ayətdən. Nisa surəsi 84-cü ayətdən. Nisa surəsi 84-cü. Bu ikisini dəyərləndirək ki, Ənfal surəsindəki 2 ayət var. Hətta orada ziddiyyətli ayətlər var. Savaşla bağlı, kəskin ziddiyyətli. Bir baxaq. Nisa surəsi, Tövbə surəsi 11-ci ayət. Okay. Buyur. Deyir ki, əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr, onlar sizin din qardaşınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik. Anlayıb bilən bir tayfa kimdir? Tövbə etmələrini istədikləri tayfa kimdir? Və bunlar sadəcə müşriklərə aiddirmək. Ki, əgər elədirsə, Tövbə surəsinin yarısı tamamən məşrik müşriklərinə aiddirsə, bu ayətlərin, yəni bu surənin yarısının ümumiyyətlə bizdən uzaqdan yaxına əlaqəsi yoxdur. Yəni, bir Azərbaycan vətəndaşı üçün. Tamam, izah edin bunu. Hələ ki, buradan davam edirik. Tövbə 11, bax, bir yax Tövbə 5-ə izah verdim. Tövbə 11, Tövbə 5. Davamı eynisinin davamıdırsa, demək ki, Davamıdır. bura qədər elə bir zadiyyəti yoxdur. Bax, zaten burada da Tövbə 11-də də həmin o döyüşən müşriklər ki var, müsəlmanlara hücum edib onları qətl edirlər. Bu müşriklərdən danışılır. Deyir, əgər onlar peşman olub tövbə eləsələr, onları sizin din qardaşınız olur da bundan sonra. Yəni burada durduğu yerdə kim söyləyirlər, söhbət getməyir. Kitab əhli deyəndə kim nəzərdə tutulur? Kimlər Kitab nəzərdə? əhli konkret olaraq iki toplumdur. Yudaistlər və xristianlar, Məsihi və Musəvilər. Və birdə Zərdüştlər də bəzən bu kateqoriyaya aid olunur. Avestaya görə.
Bəli. Demək ki, bunun da ateizmlə bir əlaqəsi yoxdur. Hansı ayam onu bir dənə. Tövbə 29-un. Bir dənə baxın dayı, tövbə 29. Bir dənə ətraflı danışaq da. Mən belə baxıram ki, biz yekunda sən elə rahat-rahat axirət qardaşı ola biləcəyik. Çünki heç bir ayətin bizlə əlaqəsi yoxdur. Ya özləri ilə bağlı, ya da kitab əhli ilə bağlıdır. Zaten bax sənə deyim. İndi ateizm, sən bunun izahını verim sonra keçim ateizmə. Yox, davam edə, sorun deyil, sorun deyil. Böyle buradan gəlir problem. Tövbə 29-a nə deyir? Deyir, kitab verilənlərdən Allah'a və axirət gününə inanmayan kimsələr və Allah və onun rəsulunun haram etdiyini haram etməyənlərlə və haqq dini qəbul eləməyənlərlə zəif düşüb cizyə verənə qədər döyüşün. Okay? Yəni bu universaldır. Universal deyil. Bax, indi diqqət elə burada. Önəmli məsələ budur. Birinci sual, cizyə nədir? Cizyə hər hansı bir vergi. Məsələn, Roma hüquq sistemində olan bir anlayışdır bu təməlində. Xarici bir millətin və ya hər hansısa bir etnik qrupun, topluluğun bir ölkə daxilində yaşaması, bəlli bir sistemin hüquq dəstəyinin altında yaşaması, həyatına qarşılıq və güvənliyinə qarşılıq verdiyi cizyə. Yəni ödəniş belə deyək. Super. Vergi deyə bilərik. Super. Cizyə can vergisidir. Hə, texnik olaraq Bu da can. niyə görə alınır? Müsəlman ölkəsində, bax burada cizyə ancaq müsəlman ölkəsi daxilində yaşayan şəxslərə aiddir. Qırağa qətiyyən cizyənin aidiyyatı yoxdur. Yəni mən burada İslam ölkəsiyəm, gedim orada Bizansdan cizyə alım, belə söhbət yoxdur. Cizyə ancaq ölkə daxilində və bu nədir? Cizyə can vergisidir və niyə görə alınır? Müsəlman İslam ölkəsində məcburi hərbi xidmət, yəni orduya qatılma ancaq və ancaq müsəlmanlara fərzdir. Müsəlmanlar mütləq formada orduya qatılmalıdırlar. Lakin xristian və yəhudilərin bu məcburiyyəti yoxdur. Orduya qatılmaq məcburiyyətləri yoxdur, döyüşməyə bilərlər. Və İslam ölkəsinə olan istənilən hücumun qarşısını alan müsəlman əsgərlərdir. Və bu müsəlman əsgərlər yəhudi və xristianların həyatını qoruyurlar. Onların canlarını qoruyurlar. Və burada da İslam ölkəsində də Yəhudi və xristianlar bu qorumaya görə, bu mühafizəyə görə dövlətə vergi verirlər. Deyirlər ki, bax qardaş, biz döyüşmürük, orduda yoxuq biz. Siz bizi qoruyursunuz, buna görə biz ödəniş edirik sizə. Ayədə də bu ödənişdən bəhs olunur. Deyir ki, əgər onlar bu cizyəni vermirlərsə, ya çıxsınlar, geçsinlər, İslam ölkəsində yaşamasınlar. Ya da onlardan döyüşün, yəni onları əzün ki, o vergini versinlər. Və bu da dünyanın bütün yerində, get bu dəqiqə Amerika Birləşmiş Ştatlarına, İngiltərəyə, Norveçə, sən əgər orada ölkənin rəsmi vergilərini ödəmirsənsə, sənə bundan da ağır həbslər tətbiq olunacaq orada. Yox, buradakı sorun, yəni mənim burada aydınlaşdırmağa çalışdığım şey burada verginin tətbiqi falan deyil, bu bəlli məsələdir. Ha, buradakı kitab Bunun Roma hüquq sistemində də var olan bir qanundur. Zaten Roma Qallərdən tut, Britaniyaya qədər hər yerdə də cizyə alırdı. Sənə maraqlı olan şey Burada maraqlı olan şey budur. Bu cizyənin Azərbaycan torpaqlarından alınmış olması. Yenə də dedim, Azərbaycan torpağına gəlib çıxılmasını mən düzgün saymıram və Quran və Sünnəyə uyğun görmürəm. Cizyəni də onda Qurana görə almayıblar deməkdir. Yox, bax cizyənin tətbiqi Qurana görədir, amma sən bunu yanlış yerdə tətbiq edirsənsə, bu məsələ yanlış olur. Bildin də necə? Gözəl. Məsələn, su 100 dərəcədə qaynayır. Sən bunu aparıb Marsda qaynatsan, qaynamasa, bu şeyin problemi deyil də, qanunun problemi deyil. Bu sənin tətbiq elədiyin bir problemidir artıq. Nisan 89. Ateistlərə gəlincə bir dənə onda deyil, çox xahiş edirəm. Kim deyir ki, mən bayaq dediyimə görə deyirsən. Hə, dedim bizim haqqımızda. Quranda ateistlər haqqında cəmi bir dənə ayə var, bir dənə. Bu da Təhriyyun ayəsidir. Bilməm, Niyə eşitdin? sevmirsiniz bizi? Abi mənim sizlə nə problem var? Bax mənim problemim İslamofoblarlandır. Bax Quranda deyir, din uğrunda sizlə döyüşən. Mənə görə İslamofobiya konkret döyüşməkdir məndən. Mən ona görə də o adamlarla dostluq eləmirəm, İslamofoblarla. Mən niyə? Mənim bax agnostik Vüsal'la dostluğum var, ateist Elvinlə dostluğum var. Nə qədər ateist uşaqlar var, agnostik uşaqlar var, xristianlar var. Mənim heç bunlarla problemim yoxdur ki. Mənim problemim odur ki, qardaş, mənim peyğəmbərimi, dinimi, imamımı söyürsənsə, təhqir eləyirsənsə, mənim düşmənimsənsən. Bu qədər bəsit. Yox, Hə, Nisa əxlaqi mövzu deyil, şiddət mövzusudur. Nisa 89. Hə. Okey, orada gəldim. Bu arada şiddət deyəndə sadəcə savaşla bağlı deyil də, ümumi ayətlər var da, istismara açıq olan, insan istismarına izin verən kimi ayətlər. Buradan da davam edə bilərik də herhalde. Əslində mən döyüş ayələrini danışmaq istəyirəm, amma istəsən danışa bilərik.
Problem deyil. Danışarıq, tamam deyil. Tamam, problem deyil. Çünki şiddət içində, bunun içində çeşitli formatlar var da. Okay, bilirəm hələ Nisa gəlir. 84. Yo, Ziyad, mən bilirəm, sən elə bilirsən ki, biz deyəndə, yəni mən öz adıma cavab verirəm, mən Qurana hakim deyiləm, ya da ümumiyyətlə araşdırmamışam. Yəni, sırf şiə qaynaqlarından da bir kifayət qədər qaynaq var, sünni qaynaqlarından da qaynaq var, amma mən anlamadığım, sən hal-hazırda bura qədər istifadə elədiyin qaynaqların çoğunluğu sizin öz qaynaqlarınız deyil, yəni firqə olaraq, məhsəb olaraq öz qaynaqlarınız deyil, əhl-i sünnət qaynaqlarıdır. Çünki Peyğəmbər sünnəsi deyə təqdim olunan şeyləri mən bildiyim qədərlə siz qəbul eləmişsiniz. Yo, sünnən biz də qəbul edirik. Sünnən niyə qəbul eləmirik ki biz? O qaynağın Sünnə onda nə adı demək? nədir Sünnə- məsəl üçün? Bax, sünnə nə deməkdir bilirsən? Sünnə bu deməkdir ki, Peyğəmbərin dediyi, etdiyi və etmədiyi şeylər. Yəni Bu yazılı şeyləri- qaynaqda bir yerlərdə yazılmış olması lazımdır da mən onu deyirəm. Peyğəmbərin sünnəsi tonla kitabda var Peyğəmbər haqqında, həyat haqqında. Mən də ola dedim də, mən indi hardan bilim ki, sən şəxsi olaraq məsəl üçün sünnə qaynaqlarında Buxari, Tirmizi kimi ya da Müslim kimi qaynaqları stat götürürsən, yoxsa başqa bir qaynağın varmı? Yox, misal verim sənə. Məsələn, müasir tarix kitablarından deyim sənə. Bu da köhnə qaynaqlardan yığılıb. Çox qəşəng kitabdır. Əgər istəsən oxuya bilərsən. Əbədiyyət nuru Cəfər Sübhaninin. Bu çox qəşəng kitabdır. Şiə mənbəsidir. Konkret olaraq Şiə mənbəsidir. Oxuya bilərsən, problem yoxdur. Tamam. İndi gəldik Nisa 89-a. Nisa 89-da deyir ki, onlar özləri kimi inkar etməyinizi, yəni kafir olmağınızı və beləcə onlarla bir olmağınızı istədilər. Artıq Allahın yolunda hicrət edənə qədər onlardan dost tutmayın. Düz oxuyuram ayəni, səhv oxumuram. Bəli, qarşımdasın. Dost tutmayın. Bundan sonra əgər üz çevirsələr, o təqdirdə onları harda tutsanız, harda görsəniz tutun və onları öldürün və onlardan dost və köməkçi etməyin özünüzə. Bəli. Okay? Düz dedim? Bəli. Okay. Bu arada 84-dən dəyərləndirsək daha yaxşıdır, amma eybi yoxdur. Zaten qısa ayələrdir. İndi burada da onlar deyilir ki, onları öldürün. Buradakılar artıq müşriklər deyil. Deyəcəm, heç kim demir. Demir müşrikdir, nədir, nə deyil. Bunu demir. Bunun cavabını verir. Nisa 90-da. Zəhmət olmasa Nisa 90-a. Açın. Okay. Aha. Oxuyaq. Sizinlə aralarında əhd olan bir qövmə sığınanlar və ya sizinlə döyüşməkdən və öz qövmləri ilə döyüşməkdən bezmiş, belə deyək də sinələri daralmış da yorulmuş, bezmiş olaraq sizə gələnlər, yəni da beziblər döyüşmək istəmirlər, gəlirlər sizin yanınızdakı da bezmişik biz döyüşməkdən istəmirik. Və deməli, bunlar istisnadır. Bax, 90-da yenə də kimlərin istisna olduğunu deyir. Yox, yekində deyir ki, Allah sizi onlar üçün əleyhinə çıxmağa heç bir yol qoymaz. Bu zaten bəllidir. 84-dən baxanda burada müşrik kateqoriyası yoxdur. Çünki oxuduğum qədərilə. Bu hansı kateqoriyadır? Bircə dəqiqə. Bircə saniyə deyirəm, bir dənə. Bu arada mən baxın. Görüntünü bulurlasam 1 dəqiqəlik, 2 dəqiqəlik siqaret üçün. İşində ol. Onu necə bulur? Yəni, qara bir şey qoyaq da ora. Ya da videolardan birini açaq. Bu arada 3 dəfə qələbə qazanmışam ha. Vinlər aldın. Bilmirəm nə deyən kim haqqı sağ olsun, nə deyətanlar. Sən siqareti çəkdər danışaq. Əslində mən eşidirəm, yəni səni də görürəm. Tamam yaxşı. Şey deyil, sıxıntı deyil. Bax, o kafirlər. Burada kafirlər deyilir, müşriklər deyirlər. Bəli, kafirlər. Yəni bu birbaşa bizə aiddir, ondan anladığım qədərilə. Yox. Bax, bir şey izah edeyim sənə. Çevir. Müşrik. Ümumi kateqoriyadır. Bax, diqqət edirsən. Qeyri-müsəlman kim varsa hamısı kafirdir. Bu standartdır. Okay? Oldu. Tamam. Anladım. Və Topamız getdik, xəbəriniz olsun. Kafir, kafir pis söz deyil abi. Bizim dilimizdə, məsələn Allahsız da bizim dilimizdə biraz təhqir kimi istifadə olunur. Yəni Allahsız adam falan, ədalətsiz, vicdansız kimi ifadə olunur. Amma bu o demək deyil ki, Allahsız sözü söyüşdür, pis mənadadır. Kafir sözü də üstünü örtən deməkdir.
Yəni bu o demək deyil, söyüş, təhqir, yəni kafir üstün örtən deməkdir. Bizdə belədir. Bax, və kafir bölünür kateqoriyalara. Aha. Diqqət elədim. Bax, burada var kim? Kitab əhli, xristian, yahudi və zərdüştlər. Burada var dəhrilər, yəni ateistlər. Burada var müşriklər, yəni şirk eləyənlər. Burada var zimmilər, yəni İslam torpağında sülh içində yaşayan qeyri-müsəlmanlar. Burada var muhariblər, yəni İslamla döyüşən kafirlər. Burada var müstəəminlər, yəni icazə ilə gəlib ticarət eləyən kafirlər. Burada çox fərq var, muahidlər. Məsələn, 2 dənə qonşu dövlətdə sülh içindəsən, bununla döyüşmürsən, muahidlər. Kafirin o qədər kateqoriyası var ki, kafir ümumi addır. Burada da ümumi keçir kafir kimi, amma kontekstdən başa düşürük ki, burada söhbət yenə də Məkkə müşriklərindən bəhs olur və Niye siz elə yorumlayırsınız ki? Mən bunu standart istənilən bir kateqoriyada inançsıza yorumlaya bilərəm. bax, bu ayənin özəlliyi nədədir bilirsən, Sevi? Burada kafir deyilir ha. Bu gün bu ayədə yazılan hadisələr təkrar olunsa, fərqi yoxdur. İstənilən kafir toplum tərəfindən müsəlmanlara hücum olunsa və onlar qətl olunsa, bu ayə işə düşür. Anladın? Yəni onları harda görsünüz, görürlər. Baxın əzizim, burada açıq şəkildə deyir ki, onlar özləri kafir olduqları kimi sizi də kafir olub özləri ilə bərabər olmanızı istəyirlər. Burada fikri manipulyasiyaya belə yoza bilərik. Yox. Burada fikri manipulyasiyadan getmirlər. 90-da zaten izah eləyir bu nədir. Burada kafir dediyi nədir? Hücum eləyirdi, müsəlmanları zorla kafir olmağa məcbur edirdilər ki, inkar elədiyini. Bax qardaşım, 84-dən başlayır ki, bax hətta 83-dən başlayır ki, onlara əminamanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər bunu peyğəmbərə və özlərindən olan ixtiyar sahiblərinə demiş olsaydılar, əlbəttə həmin xəbəri onun mahiyyətinə verən kimsələr bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla şeytana uyardınız. Okay. Davamında deyir, ya Resulun mötəzə içində deyir bunu, Allah yolunda vuruş. Sən yalnız özünə cavab deyirsən, lakin möminləri də cihada təşviq et. Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış olsun. Allahın... Oxuyuram. Mötəzə var axı, mötəzə də oxuyun. Mötəzə deyil, bax, oxuyum səni biləsin. Bax, ola bilsin ki, Allah kafirlərin gücünü qırmış olsun, Allahın qəzəbi də, əzabı da çox şiddətlidir. Yox, burada bax. Allah onların gücünü və hücumunu üzərimizdən çəkər deyir. 84-də? Hayır. Onların gücünü... Mötəzə içində daxil oxusam, 84. Ya Resulum, Allah yolunda vuruş, cihad et. Sən yalnız özünə cavab deyirsən, lakin möminləri cihada təşviq et. Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış, sizi kafirlərin qəzəbindən saxlamış olsun ki, bu mötəzədədir. Olsun. Burada qırmış deyil. Burada bilsən nədir? Yukuf və bəəsə onların gücünü sənin üzərindən çəkər. Yəni onların təzyiqi ki var sənin üstündə. Təzyiq yoxdur axı. Təzyiq yoxdur axı orada. Nə? Təzyiqdən söhbət getmir axı. Bəs deyirəm, o sən hansı tərcüməyə baxsansa səhvdir də. Mən sizdən bayaqdan hamısı birə-bir kopyaydı da əzizim. Mən baxıram, ön sözün müəllifi Vasim Məmməd Əliyev, şərhlərin müəllifi Ziya Bünyadov. Məsləhətçi redaktorda Şeyx Rüstəm, Allah şükür paşa sağdır. Tərcümədə 100% problem var. Orada konkret olaraq... Tamam. Onda sən şeydən, transkripsiyada baxaq. Okay, bax. Nisa. Əlsə Allahu ən yekuffə və əlsə. O yekuffə çəkərdi. Bax, Nisa 84 deyir ki, o halde sən Allah yolunda savaş, çünkü sən ancaq kəndindən sorumlusun, iman edənləri təşviq et, umulur ki, Allah kafirləri baskısını kırar, çünkü Allahın baskısı daha güclüdür. Cezalandırılması daha şiddətlidir. İşin iki tərəfi... Baskısını qırar nə demək? Yəni təzyiqini üstündən gətirir. Hardadır o təzyiq? Məsələn. Müşriklər bax əzizim. Peyğəmbər niyə görə Mədinəyə qaçdı? Hicrət elədi, niyə? Onların çünki inancına zidd olan bir inanc gətirmişdi. Okay, gətirmişdi. Nəticədə nə edirdilər mücəllər? Nə edirdilər?
Bunlara təzyiq göstərirdilər, zülm edirdilər və öldürürdülər. Ona görə Eyni təzyiqi də peyğəmbər və ətrafı göstərirdi də zaten. kimə göstərirdi peyğəmbər ətrafı? Məkkə və içindəki bütpərəst dediklərinə. Məkkədə bir nəfərə barmağı qatdala ki, peyğəmbər təzyiq göstərib, bircə nəfərə. Məkkədə olan 300 bütün dağıdılması nəyinə çıxmaz? 300 nə vaxt dağıdıldı? Nə vaxt dağıdılıb? Peyğəmbər dönəmində dağıdılıb da. Nə vaxt dağıdılıb? Məkkənin fəthində. Okay? Məkkənin fəthi necə olub? Bilirsən prosesi? Detaylı şəkildə bilməyə ehtiyac yoxdur, amma bilmirəm də mən zaten. Yox, yəni Bilmirəm. Yəni əgər bu bütlərin dağıdılmasından danışırıqsa, bunu bilmək vacibdir da bu tərəfdən. İnanc, insan bu bitdə texnik olaraq ya da nə bilim bir insanın, bir topluluğun inancı idi də. Okay deyirəm, bax. Məkkənin fəthi bir dənə silah olmadan baş verib. Peyğəmbər öz ordusunu yığıb, deyib silahları atın qırağa. Silahsız gedirik Məkkəyə, həcc ziyarətinə gəlirlər. Və Məkkədə olan insanlar bunların bu imanı... Çox üzr istəyirəm, burada bir qısa böləcəm. Həcc ziyarətinə gəlirlər deyəndə, gəldikləri şey, yəni həcc elədikləri, ziyarət eləmək istədikləri şey tam olaraq nə idi? Deyim sənə, İbrahim dönəmindən Məkkə, Kəbə evi hər zaman tövhid dininin ziyarət yeri olub. Yəni mərkəzi olub. Tövhid dinindən gedir söhbət. Yəni bütün peyğəmbərlərin Səudiyyə Ərəbistandakı Məkkə. Bəli. Kəbə evi. Və ona görə də istər bütpərəstlər də bunu tövhid əhlindən görmüşdülər və onlar da bu ritualı yerinə yetirirdilər. Kəbə evinin ətrafında dövrə. Tamamilə yanlış bilgidir bu arada. Detaylandıraq. Bu düzündür onda. Davam edin. Birincisi Məkkə və ətrafında icra olunan rituallar Zərdüştlükdən bir hissə və Şumerlərdən götürülmüş bu gün namaz ritualları deyilən şeylərin birəbir kopyadır. Ki zaten Avestada da və Zərdüşt qaynaqlarında da kifayət qədər açıq qaynaq var ki, namaz deyilən şeyin bu gün aparılan hərəkət fiqurları Zərdüştlüyə aid. Bu istisnasız bir reallıqdır əslində. Yox, Zərdüştlükdən əvvəl Hinduizmdə namaskara deyilən bir anlayış var. Yenə də bu tövhidə sığan bir anlayış deyil. Tövhidin anlayışı deyil. Burada məsələ odur ki, bu inanc Məkkədə lokal inancı idi. Bunu gedib qıraqdan gətirməmişdilər bu inancı. Müşriklərin inancından gedir ha söhbət. Hətta birəbir eyni idi. Amma işin digər tərəfi də bundan ibarətdir ki, bənzərlik var. Bax, birəbir eyni başqa bir şeydir. Bənzərlik var idi. Bənzərlik var idi. İslam gəlib bənzərliyi birəbir saxladı da onda. Okay, deyəcəm. Bax, ümumiyyətlə nə Zərdüştlərdən misal verəm, nə Şumerlərdən lümbəlit soyunub hardasa fırlanmaq anlayışı yoxdur misal üçün. Amma müşriklərdə var idi böyle. Lüt soyunu fırlanırdılar. Bugünkü bənzərlikdə Məkkə ətrafında dönmək var idi bə. Var Şey idi. dediyim putpərəstlərdə də yəni. Məkkə ətrafında fırlanmaq var idi. Da mən doğru. Hədə. Var idi. Yarı çırpaq var idi. Okay, sən dedin ki, bu niyə var idi? Mən deyirəm İbrahim inancından gələn bu günə qədər olan məsələ ki var, buradan var idi. Yox, ondan deyil. Və hətta qaynaq lazımdır. Hətta Hinduizmin özü də İbrahimdən gəlir. Bunu ayrıca söhbət edə bilərik səndən istəsən. O başqa mövzular. O özü də təzad yaradır da Quranın sabit ayətləri. Amma söhbət edə bilərik, problem deyil. Yox, Quranla birəbir uyğundur o dediyim məsələ. Hinduizmin İbrahimdən gəlməsi birəbir uyğundur. Yox. Hinduizm İbrahimdən gəlməsi ki. Bu deyil, onu danışarıq mütləq. Bax, Peyğəmbər səhabələri yığır, gəlir Məkkəyə həcc ziyarətinə. Bunların da ölüm təhlükəsi var idi. Bunlar orada nəsə deyirlər orada, o söz yadından çıxıb. Qısa bir giriş edib çıxıram. Peyğəmbərin Məkkədə dağıtdığı qeyd olunan, yəni dağıtmaq deyəndə yəni söküb dağıtmaq mənasında demirəm, heç bu adəti də yox. Yəni istənilən halda oradan yığışdırdığı ya da yığışdırdığı 300 civarı bütün içində olanlardan biri də Əl-İlahdır. Bu da sabit tarixi qaynaqlar. İndi deyəcəm. Bugünün Allah deyilən kəlməsi. Ümumiyyətlə Məkkədə, Kəbədə Əl-İlah adında büt olmayıb. Bax, Əl-İlah ümumiyyətlə büt adı deyil. Sən dediyin büt Hubaldır. Ona Əl-İlah da deyirdilər. Əl-İlah adında büt yoxdur ümumiyyətlə. Hubalı saxladılar da zaten. Hubalı saxlamı kimdir saxladı Hubalı? Hardan bir dənə mənbə Əl-İlah qoydular da. Bax, bir dənə mənbə ver ki, mən Hubalı saxlayıram. Bütün özü fiziki olaraq, material olaraq, maddi olaraq orada olmasa belə adlandırılmış olan Əl-İlah oldu Allah. Okay. İndi sən 2 dəqiqə bundan danışım, sonra qayıdım mövzuya. Davam edəcək. Mövzu çox qarışır. Bax. Allah sözü Əl-İlahdan gələ də bilər, gəlməyə də bilər. Bu konkret məsələ deyil. Elahim, Əl-İlah, Allah.
Yaxşı. Əl-ilah deyirsən ki, Allah sözü Əlilahdan gəlib, okey? Mən demirəm, bütün tarixi qaynaqlar onu deyir. Bütün tarixi qaynaqlar demir bunu. Bunun yetər qədər ciddi tənqidlər var. Bax, misal üçün sənə sual verirəm. Yüzlərlə tarixi qaynaq qoya Tamam. bilərsiniz. Sənə sual verirəm. Ərəb dili qrammatikasında, ərəb dili Ərəb dili ilə bağlı heç bir şey bilmirəm əzizim mən. bax, yaxşı, misal olaraq Vokal olaraq bu sözün qaynağı, sözün təməllərini araşdırıram. Mən ərəb dili bilmirəm. misal olaraq vereyim, okey, misal olaraq vereyim, sonra qayıdarım mövzuya. Ərəb qrammatikasında xitab varsa, əl artiklı düşür. Misal üçün deyirsən ki, övlad, yəni nəzərdə tutulmuş övlad. Deyirik əl-vələd. Övlad, düzdürmü? Əl-vələd. Biz əgər bunu xitabdan çağırsaq, məsələn, yə xitabı var, yə. Məsələn, yə çevik, ey çevik xitab elədim sənə. Mən artıq yə əl-vələd deyə bilmərəm. Əl artiklı düşür burada avtomatik. Olur yə vələd. Məsələn, deyirəm əl-çevik, mən yə əl-çevik deyə bilmərəm. Yə çevik deməliyəm qrammatik ilə. İndi sual verirəm sənə. Biz ərəb dilində ya Allah deyə bilirik ya yox. Deyə bilirsiniz. Niyə əl artiklı düşmür bəs əgər oradan söyləyibsə? Birləşdirilib baxın. Xeyr, belə bir şey yoxdur. Nə qədər bilir. Allah sözü ayrılır. Bax, əl artiklı düşmür. Əlaqəsiz bir modifikasiyadır. Xeyr. Əl-ilah sözünün qabağına ya ilah deyə qoyulur. Bax bu cür yorumlamalısan. Ümumiyyətlə, əgər əl artiklı varsa, kitab zamanı bu düşmür. Əzim, bax, yorumlama şəklin çox əlaqəsizdir. Əl-ilah sözünü ya ilah deyə modifikasiya olunmur zaten. Ya ilah deyə bir söz var. Yox, ya ilah deyirsən. Ərəb dilçiləri yorumlayır bunu. Bu mənim dediyim bir şey deyil. Ya ilah deyirsən. Ya ilah deyə bilərsən, amma ya Allah deyə bilməzsən. Allah ona görə əl-ilah ayrı-ayrılıqda yazılan bir söz birləşməsi deyil axı. Yaxşı, bu Allah sözü əl-ilahdan nə vaxt törədi? Məkkənin fəthi dönəmləri civarında. Orada törədi, okey? Qaynaqlar onu deyir. Peyğəmbərin atasının adı nədir? Abdullah. Abdullah. Əl-ilah sözü. Əl-ilah sözü. Abdullah'a çevrilə bilər yoxsa yox? Abdullah nədir? Allahın qulu. Allahın, bax konkret Allahın qulu. Allahın qulu. Allahın qulu. Gözəl. Onda belə baxıram ki, mən belə anlayıram ki, siz öz dediyinizə görə belə nəticə çıxır ki, Allah zaten var olan bir şeydir, elə birbaşa Allah. Əlbəttə. Bu Allah dedikləri nə idi o zaman? Bax, Göydəydi, yerdəydi, hardaydı ki? Quran kontekstindən çıxarış eləsək, Quran deyir ki, Aha. onlardan soruşsaz ki, müşriklərdən, Məkkə müşriklərindən, yerlərin və göyün yaradıcısı kimdir? Onlar deyərlər ki, şübhəsiz ki, Allah. Aha. Bunlara niyə müşrik deyirlər? Çünki bunlar Allahı qəbul edirdilər, Allah anlayışını qəbul edirdilər. Sadəcə ona şərik qoşurdular aşağıda, bütləri ona şərik qoyurdular. Bunlara müşrik deyilmə səbəbi də budur təməldə. Yəni Allah inancı zaten bütpərəstlərdə var idi əvvəlcədən. Onda elə yeni Allah inancı da bütpərəst inancıdır. Yox, bütpərəst inanc deyil axı, bax söhbət burdadır da. Bütpərəst inanc deyil bax. Özün bayaq dedin ki, yazdım, Peyğəmbər Məkkəyə həcc ziyarətinə gəlirdi. Peyğəmbər hansı dinin həccini edirdi? Yəni hansı ritual icra edirdi? Tövhid dinindən. Tövhid dininin ritualını, həcc ziyarətini 300 butun olduğu bir yerə edirdi. Bəli. Demək özü də bütpərəst idi də. Xeyr. Məqsəd orada Kəbə evidir bax. Orada bütün Quranın ayətləri, içində həcc ayətləri də daxil olmaqla 23 ilə nazil olub. Doğrudur. Bəli. Peyğəmbər Məkkədə nəyi ziyarət edirdi və həmin ziyarət zamanı həcc deyə bir anlayış gəlmişdi vəhy olaraq. Bəli. Bax. Bəs ondan qabaqki həcc ziyarətləri nəyin ziyarəti idi? Hansı ziyarəti? Həcc bir ritualı var idi də zaten İslamdan qabaqda orada. İslam inancında niyyət önəmlidir. Bütpərəstlər həcc ziyarəti eləyəndə bütləri təvaf edirlər. Niyyət nə idi? Niyyət o idi ki, bütlərin ətrafında fırlanır. Bildim yazım, mən başa düşürəm bunu. Sən Peyğəmbər həcc ziyarətinə gəlirdi. Peyğəmbərdə isə vahid Allahın evini təvaf eləmək niyyəti var idi. Burada fərq var. Tamam. O zaman icazə versənsə ya da özün baxmaq istəyirsənsə tarixinə bax. Həcc ilə bağlı ayətlərin nə zaman vəhy olduğuna bax. Sizin anlayışınıza görə vəhy olduğuna bax. Bir də sənin Peyğəmbər həcc ziyarətinə gedirdi deyən zamanla tutuşdu görürsüzsə düşür. Ya Peyğəmbər ki düşməyəcək. Peyğəmbər onda tarixi xronologiya ilə baxanda həcc ziyarətinə getdiyi, ziyarət elədiyi şey bütlər idi. Həcc ayələri nə vaxt gəlib? Mən onu sizdən soruşuram da. O dediyim hadisə var.
həcc ziyarətinə gedirik. Aha. Bu peyğəmbərin ölümündən 2-3 il əvvəl baş verən hadisədir. Həcc. Yəni vəhyin sonunda, yəni vəhy gələndən 20 il sonra baş verən. Peyğəmbər ölümündən 2-3 il əvvəl zaten Məkkədə idi. Bəs Məkkənin fəthindən danışıram da, mən fəth olundu, üstündən 2-3 il keçdi, peyğəmbər vəfat elədi də. Məkkənin fəthindən 2-3 il sonra. Bəs nə zaman həcc ziyarətinə gəlmişdi Məkkəyə peyğəmbər? Deyirəm həmin vaxt gəlmişdi də, Məkkənin fəthində. Həm fəthə, həm də həccə gəlmişdi. Bax, məsələ nə idi? İcazə versən danışacağam da məsələni. İmkan Buyurun, verirsən, buyurun. sualdan sual çıxardacam. Bax, Buyurun. peyğəmbər həccə gəlmişdi və bunlar üçün ölüm təhlükəsi var idi. Peyğəmbər və səhabələr üçün. Peyğəmbərə vəhy gəldi həmin vaxt. Bax, vəhy də budur, Quranda baxa bilərsən. Fəth yaxındadır. Yəni yaxın zamanda səni fəthlə müjdəliyirik. Peyğəmbər səhabələrinə əmr elədi. Dedi, hamınız silahlarınızı atın yerə. Atın yerə. Biz silahsız gedirik Məkkəyə. Və bunlar silahsız yaxınlaşdılar Məkkənin qapılarına. Və Məkkə cəmaatı Bunlara qaynaq da vermək lazımdır. diqqətlə, Məkkənin fəthi ilə bağlı istənilən qaynaqdan bunu tapa bilərsən. İstisnasız, Liboy qaynaqdan. Çünki bu tamamilə obyektiv, yəni şiə sünni hamın qəbul etdiyi məsələdir. Aha, səs eşidirəm. Buyur. Və Məkkə cəmaatı İslamı qəbul elədilər. Silahsız gəlmiş müsəlmanlara və peyğəmbərə beyət elədilər və İslamı Muhammedin həyatı. kimin kitabıdır? Məhəmməd peyğəmbərin həyatı ilə bağlı kitabdır hazırlayan İmanyar Quliyev. Kim? İmanyar Quliyev. O kimdir? Nə bilim, mən hardan bilim? Elə də deyirsən, elə mənim oğlu zat deyir. Siyərdən zatdan baxdı, heç olmasa mən Quliyev kimdir? Yazıb da Çin oğlu da, burada qeyd olunub da mövzular. Nədir bana yazır, gözləyirəm. Yox, ümumiyyətlə deyirəm ki, burada fəthlə bağlı bəlli mövzular var zaten. Mən aydınlaşdırmağa çalışdığım şey İndi bunu bütlərə gələm. Məkkə cəmaatı peyğəmbərin rəsulluğunu zaten könüllü qəbul elədilər. Və artıq Məkkədə bütpərəst qalmamışdı. Hamısı birlikdə peyğəmbərə beyət elədilər. Artıq bütpərəst qalmayıbsa, bax, Məkkə bütləri də lokal bütlərdirsə, peyğəmbər kiminsə dəyərini dağıtmadı. Zaten bunlar bütpərəstlikdən imtina elədilər. Buna heç bir tarixi qaynaq verə bilməzsiniz. Yaxşı, sən mən əksinə bir də mən sənə deyirəm ki, istər tarixi təbəri, istər Tamam. Bir saniyə. Hamısı Məkkədə insanların iman gətirdiyini deyir. Sonra əksinə gələcək. Bir saniyə. Problem deyil. Mən də bir 2 dəqiqəlik ekranı bağlayayım. Əlbəttə. Gəncə, nətlər bağlıydı? Yadımdan çıxıb kameranı bağlamaqdır. Neçə vaxtdır? Necə bağlıydıq kameranı? O olmalı da, orada effektlərdə ya da nədəsə belə tıklayırsan, orada olmalı. Mən də bilmirəm, telefonla bağlana bilmirəm, qoşulmuram deyəni bilmirəm çox dəqiq. Amma orada nəsə belə olmalı. Aşağıda effektlər falan olmalı. Ayda yayın bitirək 5 dəqiqə. Bu niyə belə eləyir gözə? Nasıl şey gəldi? Bildirib gəldim ki, bağlayaq. Yox, yayın niyə bitir ki 5-i? Bilmirəm, nəyəsə ya əlimdə idi, ya nə oldusa şeylədi. Ayda, ekranın oradan bağlayırdılar. Düzəltdim qardaş da düzəltdim. Subhanallah. Sonra tapmayacağım ekran bağlamalı. Bax, özü deyirsən ki, Məkkədə qalmamışdı. Qaynaq olaraq mənbə verilir. İbn Hişam, Sirət İbn Hişam. Resulullah Məkkəyə 10 minlərlə müsəlmanla daxil oldu, ordu konseptindədir. Təbəri, Tarix Rəsul və Mülk. Silahla? Elə yazıb da mən yazmamışım. İbn Hişam. Mən nağar İbn Hişam mənəm oldu. Gözlə. Hansı harda deyir? Gözlə. Sonra. Mən götürüm baxaq. Murat, mümkün böyle İbn Hişam elə bir şey desin, həyatı boyu ola bilmər. Ay yoldaş, yazıb ki, Resulullah Məkkəyə 10 minlərlə müsəlman ordusu ilə daxil oldu. Və İbn Hişamdan stat götürüb istifadə edir də. Qaf edib də, İbn Hişam mümkün. Mən dinliyim o mənim məsələmdə. Təbəri, Tarix Rəsul və Mülk, Fətih günü 10 minlik ordu ilə Məkkəyə indi. Həbi İbn Hişamdan göstərmən onu.
Mən demirəm bunu, məndə İbn İşaq kitabı yoxdur. Amma Təbəri Tarix Rəsul və Mülk deyir ki, Fətih günü Həzrət 10 minlik ordu ilə Məkkəyə endi. Ordu Sonra ilə İbn Kəs səhabələri ilə silahsız idilər amma. silahsız ordu indi yəqin silahsız qüvvət yəqin nə? İbn Kəsir deyir ki, Əl-Bidayə və Nihayə kitabında ya da qaynağında Fətih ordusunun sayı 10 min idi. 10 min Vaqidi kitab Əl-Məğazi deyir ki, hə? silahlı 10 min deyildi, Əliyalın 10 min idi. Əlyalın 10 min bir döyüşlərə nə ilə çıxmış ki, Ziya qardaşım? Məkkədə döyüş olmayıb axı. Ondan əvvəlki döyüşlərə bunlar silahlar tulub gəlmişlər. Bəs bir nə dedim? Dedim Məkkəyə çatanda Mən qaynaq verdim də, siz də qaynaq verin də. Peyğəmbər ordusuna dedi ki, silahlarınızı atın, Məkkəyə silahsız gələcəyik. Ay Allah, mən İbn Hişam hara qoymuşam, tapa bilmirəm. Gözlə görüm bir dənə, görüm harda bu kitab. Yuxarı. Bax, Təbəri tarix kitabında qeyd edir ki, Rəsulullah əhsabını zirehli və silahlı şəkildə gətirdi. Sonra deyir ki, ordunun əksəriyyəti Məkkənin kənarında mövqe aldı, silahlanmış az sayda dəstə şəhərə daxil oldu nizam-intizam və təhlükəsizlik üçün. Şəhərə girən dəstələrdə qılınclar asılmışdı. Qurayş müqavimət edə bilərdi. Qurayş tayfası. Məkkəlilərin qılıncları asılmışdı. Məsələn, bax, İbn Hişamın kitabıdır. Mən bir dənə denəm mənbə. Mənbə ilə bütün kitabı deyir də. Bütün kitab adından deyir, İbn Hişam adından deyir. Mən neyimi mənə baxsan. Mən yazmışam onu. Yaman dedi də mənbə bütün kitabı. Mənbə deyəndə ki, kitabın adını verib də, yəni bölüm səhifə zad verməyib də. Olur, bütün kitab neydi gözlə? Bölüm verdiyi şeylər deyir burada şeydir. Vaqidi kitab Əl-Məğazi, ordu sayı 10 min. Sonra İbn Kəsir Əl-Bidayə və Nihayə, Fətih ordusunun sayı 10 min idi. Təbəri Tarix Rəsul və Mülk, Fətih günü Həzrət 10 minlik ordu ilə Məkkəyə girdi. Gözlə. Bəli. Ekranı bir dəqiqəlik bağlayayım mən. O şey hara getdi? Dilim dolaşır. Dilim nə dolaşır? Ərəb dilinə hakim deyiləm də, mən narib oxuyamıram bəzi söz. Oxuyuram, gələ təkrar eləyəsən ki, düzgün tələffüz eləyəsən. Bir dənə də PK atım, gözlə şeyə baxana qədər. PK-nı qəbul elə də oynaya. Eləməmişəm deyəm. Ha. Sen de oturup orada sabaha kadar bir şey okuyorsan. Ben bayaq Hazreti Muhammed'in həyatı kitabını mənə dedik ki, sen de oturup orada səhərə qədər kitab oxuyasın. Yox Məkkənin fəthini axtarıram ki, sən desən Bişam deyil ki, silahlı ordu getdi. Tap da yaxşı, tamam, o bölüm olarak olmalıdır orada. Yani bir kısa bir şey kimi keçməz orada əslində. Yox, bölüm olaraq orada. Baxıram da. Sən konkret sayfa mənbəsi verirsən deyə. Deyən soruşum da. Deyən soruşum. İnternetdə çıxışı yoxdur deyənə qapalı mənbə verəcək. Deyəm, birinci cildin 190'ına baxıram, 2'lər Və yazıb bura İbn Hişamın əsəri Sirayət İbn Hişam hansı hissədir? As-Sira ən-Nəbi bu nə tür sözlərdir? Fəthü Məkkə, Bab Fəthü Məkkə. Orada yazıb ki, ordu sayı 10 min idi. Birinci, ikinci yazıb ki, niyə yazırdı bəlli deyil, ancaq əllər yazıb. Cild 2. Cild 2 köhnə tərtibatda ikinci cildin sonları. İkinci cildin sonları.
Gel atıldı. Gel nədir ki? Rammel. Gül ha, elə bilib gel yaz. Dedim gel nədir? Ayazda sen diyeceğim o tarafta 3 tane şeyle da o tıklayanda 3 tane gelen şeyle ne değiller ama. Bu bu TikToker'ların dilinde bir şey var. Pusmak. Ha. 3 tanenin startta saklayıp o tarafta ya da bu tarafta pusmak lazım. Ayrıca ben ona göre dedim ki bu kaynakları, verilen argümentleri, verilen statları, her şeyi təyin eləmək üçün hazırlıq görmək lazımdır. Əlbəttə də eləyirik. Ha, o işte o ayrı bir məsələ. Prosta Qurandan o qədər yerə getdik, çıxdıq ki, fərqli. Ona görə Əslində hə, biz Quranda qalmışdıq. maraqsız münazirə gedir. Bir şey gələn maraqsız oldu da, mənbəyə baxmağa görə. Niyə maraqsız şu söhbət deyirik ki, qırğın olalım. Onu götürüm oradan. Teşekkürler Rami müəllim, çox sağ olun. Edo teşekkürler. Edo 17 teşekkürler. Lamam teşekkürler. Beyin fırtınası teşekkürler. Dəstək olan hər kəsə teşekkür edirəm. Gözdə. Ziya simpatik tarafı rahatsız davet edemiyor. Orada ne düzeldi? Bir şey yok. Kitap kaynağı bakıyor. Tapabileceği onda. Nə oldu, nə deyirlər? Deyirlər Ziya simpatiklik eləmək olmur, davet eləmək olmur. Cavab verdim de bir şey düzeltmir orada, kitap okuyur. Ha, düzəltmirəm. Bir yer var, oranı axtarıram, görüm hardadır. Təbiətdəki dəqiqlik və nizam, fiziki qanunlar o qədər. Aykan, mən sən bayaq dedim, bir adını düzəlt. Saçı da gürdü. Saçdan kim danışsa mənim çatımda birbaşa blok atacağım. Mənim çatımda saçdan zaten danışmayın. Saçdan danışanda mən pis olam. Saçım dökülür. Ona de cilt 4 sayfa 42. Nənci O dördü. Yo, şeydir, natif yox deyə silahla girmələri yoxdur. Prosto burada şey çoxdur, bölmə çoxdur. Neyin cilt 4 sayfa 42 son ürək demirəm, qan pompasıdır, sən birbaşa bir sağ. Nə, səhifə 4 nədir? Onu soruşuram da. Hansı kitabın cilt 4'ü sayfa 42'si? Ya bu mövzu çox uzanacaq. Bunu ayrıca istəyirsənsə mən tapıb deyərəm. Sən də taparsan silahla girdiklərinə dair. Mən də silahla. Onun mən də detayları taparım ha. Çünkü Okay. bu ben səhərə qədər burada kitab oxuya istiyorum, sən də kitab oxuya istiyorsan. İnsan bədəni ha. Adiyyətsiz sualların Esriyah Nebeviye deyir kitabında. Esriyah. Qiraat-ı Nəbəviyyət də məndə də. İbn Hişam. Cilt 4 sayfa 42. Cilt 4 deyil axı 2 cilddadır bu. Necə cild 4-lərdə? Ama buradaki kaynak deyir ki cilt 2'nin sonlarında olmalıdır. İbn Hişam. Cild 2-nin sonlarında Məkkə fəthi haqqında var ya. Prosto böyükdür bura. Mən o arasında da bilmirəm. Hatta onu səhərə qədər oxumaq lazım. Hadi oxuyuram, baxıb şeylər. Ha. Siz hardan sayətdə qalmışdıq ki biz. Ha. Qoydun ki, şeydən danışaq. Var olduğunu mən də bilirəm. Prosto yerin tapmaq, onun nədən bəhs elədiyini tapmaq biraz
Səhərə qədər oturub kitab oxumayaq da. Mənim də qarşımda şey var, qaynaqlar var, kitablar var, PDF-lər var. PK atın. Yəni biz harda qalmışdıq? Nədən danışırdıq biz? Şiddətdən başlamışdıq biz sözdə. Şiddətdən başlamışdıq sözdə. Bildim biz Məkkə fəthində hə, bütlərin şeyindən niyə Həc dağıdıldı? ziyarətindən, həc ziyarəti bütə olmuşdu yoxsa Peyğəmbər insanların bütlərini dağıdırdı. Bu şiddət deyil idi. Düzdürmü? Belə dedim. Mən yekun sual buydu ki, sən ifadə elədin ki, peyğəmbər həc ziyarətinə gəlmişdi. O həc ziyarətinə nə vaxt gəlmişdi? Məkkənin fəthi ilə eyni zamanda, eyni gündə. Mən niyə görə dedim onu? Sən dedin ki, bunların tanrıların təhqir eləmişdi. Bunlara dedin ki, 300 bütü dağıdıblar da, bəli. Peyğəmbər də bunlara baskı eləyib. Mən də dedim ki, Məkkə o bütlər ki dağıdıldı ha, artıq bütpərəstlər iman gətirmişdi. Ondan sonra dağıdılıb. Orada elə bir qaynaq, bax elə düz İbn Hişamdan da qaynaq var ki, Məkkədə bütpərəstlər qalmışdı zaten. Kimlər idi qalanlar? Nə ola yenə İbn Hişam deyirsən. Mən də ona görə deyirəm ki, bu mövzu uzanacaq. Deyəm bir dənəsə Allah. Ürəyim partladı. İbn Hişamla İbn Hişam. Uzun. Orada bütpərəstlərin qalmağına nə bilim harda yazılıb vallahi bilirsən. Ya 196 gözlə. Fəlsəfə şiatda qaynağı tam nöqtəsini bilirsənsə, mənə şəxsi dat ya qoyaq göstərək. 2 saat orada şeyləməsin də, vərəqləməsin ya da mən əlimdəki şeylərdən axtarmayım. Bax, İbn Hişamda bütlərin dağıdılması haqqında bu yazılıb. İbn Abbas deyir, həmin gün İslam Peyğəmbəri Məscid-ül Hərama daxil olduqda dəvənin üstündə Kəbə evini təvaf etdi. Təvaf zamanı qurğuşun vasitəsilə Kəbənin ətrafında asılan bütləri gördü. İslam Peyğəmbəri əlindəki qəzib ilə onlara tərəf işarə edib deyirdi. Haqq gəldi, batıl aradan getdi. Həqiqətən batıl aradan gedəndir. Bütlərin hansına işarə edirdisə, üzü və ya arxası üstünə yerə düşürdü. Təmim İbn Əsəd Xuzai bu barədə aşağıdakı şeiri deyir. Savab və ya əzab ümid edən şəxslər üçün bütlərdə ibrət və elm vardır. Savab və ya əzab ümid edən şəxslər üçün bütlərdə ibrət. Barmaq tuşlayıb düşüb, başa düşmür nə demək? Hədisdə elə deyir. Da bilmirəm ki, kimsə gətirib barmağı göstərdikdən atıblar yerə. Yəni necə? Dağıtmış olur da, yəni bu nə fərq olur ki bunun? Hər iki halda da dağıtmış olur. Hə, yəni Bu arada başqa bir məsələ də var ki, Məkkədə zaten təkcə bütpərəstlər deyil, xristianlar da var idi zamanında. Deyil. okey. Onlar ki iman eləməmişdilər. Deyirsən hamı iman eləmişdi Məhəmmədə. Xristian bütə inanırdı ki, bəyən. Bəs Quranda xaçpərəstlər deyil axı. Ay qardaşım bildim, Məkkə bütlərini dağıdıb Peyğəmbər. Məkkə bütünə inanıb ki, xristian. Məkkə bütünə inanmayıb. Məkkədə Məkkə bütünə inananların bütün dağıdıblar. Yəni, Ha. orta qaynaq ortadadır. Xristianlar da zaten xristian məsələsində də bir ciddi ziddiyyət var da. Çünki xristianlığı da bütpərəstliklə ittiham edir də Quran. Yox, harda bütpərəst Yox. deyir? Can deyim bəs. Müşrik deyir bir yerdə, yox da kafirdir. O da nəyə görə? İsa'ya Allahın oğlu dedilər deyə. Niyə xaçpərəstlər dedilər ki, xitab var burada. Hətta xaçpərəst bunlara qoyulan addır. Bu büt deyil ki. Tamam değilsin ama birincisi Bildim, deyirsən, bayaq deyirsən ki, Məkkədə heç kim qalmamışdı. Bu bir Heç kim qalmamışdı, yox deyirəm. yox, inanmayan, şey eləməyən də, yəni peyğəmbəri biat etməyən. Bax, iman gətirmiş. Hər kəs deyil axı. Burada xristianları çıxırıq. Üstəlik Məkkənin özündə həmin bütlərin inanclıları da hələ Muhammedə biat etməyən minlərlə insan var idi axı. Çünki yüzlərlə də belə qaynaq var əslində. Harda? Doğru tapıb göstərərsən, okey. Qaydaq mövzuya. Mövzuya qaydaq. O qaynaqları mən tapıb göstərərsən, problem deyil. Biz Bu arada qısa bir şey də soruşum, davam edir. Hər şiddətə gələcək. Bu eyni situasiya Məkkənin bütpərəstlərinə tətbiq olundu da kateqoriya içində, yəni bölüm içində bu xristianlar da müşrik sayılırdı da, deyil. Necə? Xristianlar da eyni Məkkədəki şeylər kimi, bütpərəstlər kimi müşrik sayılırdı. Xeyr. Nə sayılırdı? Təbəhle.
Onların da öldürülmesi gereken ya da iman olunması gereken adamlardır. Yox. Niye? Ümumiyyətlə qeyri-müsəlman öldürülməlidir deyə bir anlayış yoxdur İslamda. Ve kitap ehlini öldürün dediği kimdir? Kitab əhlini öldürün deyə bir aya var. Ya cizye almalıdır, cizye almalı. Bəs dedim də o öldürün demir. Deyir ki, zəif düşənə qədər döyüşün onlarla. Demir gedin öldürün. Dövüşte öldürülün de var. Dövüşün ne demek? Cizyə alındı onlardan. Mən bir yax onu oturdum, izah elədim. Dedim işim vericidə deyil mənim. Verici normal bir şeydir. İndi deyirsən ki, bunlardan Yo, niyə onu vergi? demirəm, mən onu demirəm. Deyəcəm, bax, Məkkənin fəthi 10.000 nəfərlik ordu hissəsi cild 4 səhifə təxminən 33-39. Cild 2 ola bilər. Bu 4 var cild, 4 cild 2 3 daha. Sünənun Nəbi. Hə, o kitab 4 cild. Valla məndə ki, ola bilər hansısa nəşriyyat 4 cilddə vurub, bilmirəm o. Məndə 2 cilddir. Bax, orada qeyd olunur ki, Rəsulullah Məkkəyə 10.000 nəfərlik ordu ilə çıxdı və silahları ilə Mərrüzü Zahran vadisində düşərgə saldılar. Hədə Məkkəyə çatmamışda görə haradır ora? Demək ki, silahla gəlirlərmiş də. Silahla gəliblər. Mən demədim ki, sən oradan silahsız çıxıblar. Zaten o dövrdə sən çıxanda üstündə silah olurdu. Mən Kəbəyə deyirəm silahsız giriblər. Kəbə nə bu deyirdi ki, ora bəyəm silahın azadına da girsən. Məkkəyə texnik şey Ziyarət olan yerdə Beytül Həram. Ora qısa bir yerdir, amma ümumi Məkkə ora deyil, oradan ibarət deyil ki. Yol boyu silahla gəliblər. Əlbəttə ki, silahsız ora gələrlər. Bayaqdan deyiş gəlmirdi də, ora silahsız gəlirlər. Yox, mən yol boyu silahsız gəliblər demədim ki. Yol boyu demirəm, mən zaten hər halda Məkkəyə qədər gəlib çatıb, Məkkə şəhərinə qədər gəlib çatıb, silahlarını vadidə tullayıb girmədilər də Məkkəyə. Dəmirin bahalı olduğu bir dönəmdə. Nə olduğu? Əzizim, o qədər silahı hər halda vadidə tullayıb girmədilər də Məkkəyə. Deyil. Yox da hara gəldi tullayıb getmədilər əlbəttə ki. Yəni məsələ budur ki, burada döyüş olmayıb da Məkkəlilər özləri təhvil veriblər peyğəmbərə. Əzizim, Qureyş tayfası ilə dirənənlər olub və qısa müddətli, qısa lokal döyüşlər də olub. Bax, Məkkənin fəthində hə. Məhkəmə Dirənən bir qrup olub. necə döyüşlər olub? Ay sağ ol. Kiçik lokal 1-2 dənə qrup olub ki, hücum ediblər. O da Xalid ibn Vəlid, deyəndə Xalid ibn Vəlid idi, kim idi? Orada da 1-2 dənə xırda müsəlman qrupla döyüşüblər. Onlar məğlub oldular. Yəni o Məkkə Onu bildirməyəzim. Bax, onda özünüzlə təzad yaradırsınız axı. Siz bayaq deyirsiniz ki, hər kəs zaten peyğəmbərə və onun dininə iman gətirmişdi. Döyüşənlər eyni zamanda onun din qardaşları ola bilməzdi də, bütpərəstlər olacaqdı. Hadi. Demək ki, öldürülükdə bütpərəstlər şeyciləndə, Məkkəyə girləndə. Müsəlmanlara hücum ediblər də bəli. Təbii ki, hücum eləyəcək. Məkkənin işğalı fəthə gəlmisən sən. Məkkəni fəthə gəlmirlər. Bunlar ziyarətə gəlirlər. Hardan fəthə gəlirlər? Ziyarətin niyə silahla gələsən ki? Sadəcə olaraq yolda bunları görürlər. Deyirlər ki, peyğəmbər böyük ordu ilə gəlir. Əzim, fəthdir. Bu mövzunun adı fəthidir. Qulaq as. Və fəth niyə görə deyilir? Çünki sonradan fəth olub da bu. Necə sonradan fəth oldu? Və fəth olundu da müşriklər qəbul elədilər İslamı. Haydi əzizim, Ziya. Bu adamlar ziyarətə gəlir. Ziyarətə birincisi kim 10 minlik bir ordu ilə gələr. Necə 10 minlik bir ordu. Necə Ziyarətə gəlirdin, zaten birbaşa çıxardın, silahsız şəkildə gedərdin, yəni ziyarətə gəlmişəm də. Bu arada mən sənə, burada xəta, ciddi də bir xəta var. Zaten Məkkə hələ fəth olunmayıbsa, bu 10 minlik ordu nəyin ziyarətinə gəlirdi? Bütlərin. yenə qayıtdıq ora bax mövzu tamamilə şeydən çıxır. Bax bir izah. Yox, əzizim, bax deyirsiniz ki, Məkkənin fəthində heç bir sıxıntı yoxdur. Və burada həcc ziyarətinə gəlirdilər, orada bir qarşı durma çıxdı, özlərini qorumaq üçün ki, belə bir yorumlana bilər, özlərini qorumaq üçün savaşdılar. Yəni məsələ buradan ibarətdir. Məsələ nədən ibarətdir? Birincisi, sadəcə həcc ziyarətinə gəlirdilərsə bu adamlar, orada nəyin ziyarətinə gəlirdilər? Orada zaten bütpərəstlər var idi. Məkkənin Orada da Kəbə. bir bütlərin ziyarətinə. Bax yenə deyirəm, orada bütün olması ziyarətin mahiyyətini dəyişmir. O Kəbə içindəki bütlərlə bir yerdə, bütlərdən qabaqki bir tanrının evi idi. Bəli, İbrahimin dövründən belədir bəli. Tamam, orada demək ki büt var idi və bu insanlar sadəcə o büt olan, içində büt olan Kəbəni ziyarətə gəlmişlər. Deyil. İçində büt var idi bəli, amma Kəbəni ziyarətə gəlmişlər, bütləri yox. Tamam, ziyarətə gələn adam niyə 10 min ordu ilə gələr ki? Nə qədər adamla gəlsin? Gəlmək istəyənlər gəlir də. Tamam, yaxşı. Silahlı bir ordu ilə. Məsələmiz bu deyil. Məsələmiz Qurandakı şiddət ayələridir.
Sən məsələn yapdın ora bura. Sən mövzu Ben dağılır. fırlatmadım yazdım. Burada şiddetin daniskası yaşanır ya aslında. Sen ziyarete gelirsen tamam ziyaret ele çık get de. Burada niye Fəthi'den söhbət edir? Bax, şiddət orada nədir? Nə qədər müsəlman şey öldürüb orada, müşrik öldürülüb, neçə dənə? 5 nəfər öldürüb deyək. Fərqi Okay. yox. 7 nəfər edam olunub məhkəmə fəthinə vəssalam. Kim deyir? Qrup halında döyüşənləri demirəm ha. Siz 7 deyirsiniz. Mən sizə binaən, hələ sizin cani gönüldən xətrinizdə deyirəm 5 nəfər ölüb. Niyə? Niyə öldürüb onu peyğəmbər? Bax, burada bir xəta var, ciddi xəta var. Ya mən doğru izah edə bilmirəm, ya da siz fərqli yorumlayırsınız. Bu adamlar ya ziyarətə gəlib, ya da fətə gəlib. Fətə gəlib, yoxsa ziyarətə. Okay, fərqi yoxdur. Nə istəyirsən gəliblər. Fətə gəliblər. Fətə gəliblərsə, dirənən qruplarında döyüşüblər. Bəli. Mən üstümə fətə gələn adamı gülçə ilə qarşılamalıyam. Yox. Nədir bu? Bunun adı işğaldır da. Yox, işğal deyil. Birincisi, Niyə? bax, qulaq as. İşğal o olar ki, peyğəmbər özünə aid olmayan bir yerə gedər hücuma. Peyğəmbər özünə Məkkə aid. onun özünə aid idi ki. Peyğəmbər haralı idi? Yox, Məkkəli idi ki, peyğəmbər. Haralı deməli. idi. Haralı idi. Bugünkü Səudi Ərəbistan deyə bilərik. Yox, şəhər olaraq peyğəmbər haralı idi? Qureyş tayfasının bir mənsubu deyildi. Ay canım gözüm, hansı bölgədən idi peyğəmbər? Lakın tam nöqtəsini bilmirəm amma. Məkkədən idi də. Öz Deyək ki, torpağına. Məkkədə ay yoldaş, öz torpağına gəlmək başqa şeydir, öz torpağını işğal etmək başqa şeydir. Bax, mən Qəbələdənəm. Hə. Qəbələdə balaca bir torpaq var. Mən bu evdə burada ev tikmişəm, yaşayıram. Yoxdur ki bir sıxıntı. Gedirəm ki, Ağdaşa, 1-2 il yaşayıram, Ağdaşdan sonra gələm Qəbələni zubur işğal edirəm. Məsələ. Sən zıbur işğalləməkdən getmir. Bu adamı və bunun dostlarını zorla çıxardıblar torpağından. Səni də sabah Qəbələ. Bax, qulaq as da. Səni də sabah Qəbələdən. Yox, qulaq as. Düz demişsiniz. Hə, buyurun. Bax. Səni də sabah Qəbələdən zorla çıxartsalar, dostlarınla, qohumlarınla, əqrəbinlə bir yerdə. Sabah sən də gəlib işğal eləyə bilərsən də, Qəbələ öz torpağına qayıdırsan da sən. Sən zorla Öz çıxardın. torpağa qayıtmısan, cəmaətin hər kəsin torpağına qayıdırsan. Cəmaatı kim evindən çıxartdı peyğəmbər? Bax, əzizim, birincisi Ay mən canım, oturduğum sualıma cavab yer... ver. Peyğəmbər kimi evindən çıxartdı? Peyğəmbəri niyə evindən çıxartdılar? Yaxşı, ondan başlayaq davam edək. Çünki peyğəmbərin gətirdiyi dini qəbul eləmirdilər. Niyə eləməli idi ki? Peyğəmbər demirdi ki, zorla qəbul edin. Peyğəmbərin belə bir iddiası olub ki, İddiası olmayıbsa niyə çıxardıblar? bəs şiddət göstərirdilər də peyğəmbərə qarşı. Hanı dəlil var ona dair? Nəyə qarşı dəlil? Əzizim, Peyğəmbər bir ticarətçi idi. Ay Ticarətçi idi. Hə? Ticarətçi idi Peyğəmbər. Ticarətçi deyəndə, yəni xanım Xədicənin ticarətçisi. Ticarət. Xanım Xədicə də o dönemin, o bölgənin, Məkkənin mötəbər adamlarından, ailəsindən idi. Ha. Nə cür qovdular ki, orada ticarət ilə məşğul olmuşdu da zaten. Ticarəti ilə məşğul olmaq söhbəti deyil. Əzizim, bu adam deyir ki, mənə vəh gəlir. Okay? Əzizim, sən gəlib Qəbələdə deyiş ki, mənə deyirsən ki, mənə vəh gəlir, mən də sənə qovaram da buradan. Niyə ki? Sənə mani? Niyə ki? Neynirəm ki? Maniçiliyi odur ki, sənə gələn və mən inandığım hər şeyi dağıdır. Bəs sənin rasional bir cavabın yoxdur. Təbii ki var. Zaten orada var olan bir sistemə müdaxilə eləmək nə demək? Sən mənə şiddət göstərsən, bax indi sən ateistsən, düzdür? Aha. Mən indi sənə şiddət göstərsəm ki, sən mənim inancıma qarşı çıxırsan, düzdür? Sən bunu doğru qəbul edirsən? Yox. Sən də niyə peyğəmbər gələndə deyirsən ki, düz eləyirdilər, təhdid edirlər? Əzizim, Peyğəmbərin özü özlüyündə və öz ətrafında inancını yaşamasına nə mane olurdu ki? Onu kütləyə yaymağa vacib bildi özünə. Sən niyə kütləyə yayırsan bəs? Nəyi? Ateizmi sən niyə yayırsan? Ateizm şiddət təməlli bir mexanizma yaymıraq, ən azından mən yaydım. Bu canım gözün, İslam da şiddət təməlli mexanizma yaymırdı da zaten. Yaymaq üçün şiddət təməlli deyilsə və yayılmasında bir problem yoxsa, niyə orada savaşlar oldu bəs? Bəs 2 saatda onu izah edirəm də, sən deyirəm ki, Bax canım gözüm, birincisi şiddət təməlli, bax xristianlıqdan nümunə göstərək. Xristianlığın yayılma forması missionerlikdir. Düzdür? Nə? Missionerlikdə bir xristianlıqda missionerlik anlayışı var. Missionerlik də var, amma Amerikan işğal, yəni kəşfi də böyük təsir elədi də bu şeylərə. Hamısı misyon, təməl olaraq misyon, düzdür, Katolik kilsəsinin enqizisyonu var, Katolik kilsəsinin verdiyi qərarlı sələb yürüyüşləri var. Var oğlu var.
Amma texnik olaraq missionerlikdə kəs kafasını ya da ki diktə elə deyə bir anlayış yoxdur ki. Kameraya əlimi tutacam da. Ürəyim Hə, əlbəttə. Bax canım gözüm, mən deyirəm ki, bu adamlar Məkkədən çıxdılar, getdilər Mədinədə yerləşdilər, düzdür? Hə. Məkkəyə ziyarətə deyil, döyüşə gəlmişdilər. Bunu zaten özünüz də dediniz, ordu ilə gəlmiş bir ordudur. Okay, yaxşı. Belə qəbul edək. Hə, ordu ilə gəldi. Demək ki, bu adamlar planlı şəkildə Məkkənin tamamən yeni dinə uyğunlaşdırılmasına və modifikasiyasına qərar veriblər və onu da tətbiq ediblər. Tətbiq eləməyə çalışıblar. Anladım. Aha. Hə. Şiddət deyil bu nədir? Yox. Niye şiddet değil ki? Gelirsen Mekke'ye, öz yeri ve yurdu var. Bak bir de şey var da, bunun içinde seçenek de var dostum. Seçenek de var. Gelirsen Mekke'ye, zaten içinde putlar olan bir Mekke'ni ziyaret ediyorsan, sivil şekilde ziyaret ediyorsan, zaten orduyla gelmişsense, kimse karşı koyabilmez, hiç kim karşı koyabilmez, hiç kim karşıma çıkabilmez. Ordun var, silahlı gücün var. Silahlı gücündən yerləşirsən şəhərə, amma yenə də şəhərin bütünə, inancına, osuna, busuna parmaq eləmirsən. Ya da dağıtmırsan da belə deyək. Müdaxilə eləmirsən. Qulaq as canım görüm. Diqqət et. Deyirsən ki, bunlar silahla gəlmişdilər. Aha. Deməli, bunların məqsədi Məkkəni almaq idi, düzdürmü? Zaten bu söhbətin adı fətihdir də. Bəli. Mən də deyirəm ki, bu düzgün bir şeydir. Əzim, niyə düzgün bir şey olur ki? Mən təsəvvür elə ki, gəlmişəm Bakıya, Şəkiyə, ora bura, sənin olduğun bir ayna, sənin bir inancın var. O sənin inancının ətrafında mənim də var qəbul etdiyim bir inancım var ki, ziyarət üçün ya da hər nə üçün gəlmişəm. Qarşıma çıxa biləcək bir ordu yoxdur. Əgər öz inancına görə mənə təzyiq göstərirsənsə, mənlə müharibə edirsənsə, məni öldürürsənsə, mən məcburam səninlə döyüşməyə. Zaten 10.000 ordu ilə gəlmişsən də, sən 10.000 ordunun qarşısında sən mənə etiraz edə biləcəksən. Ya da mən sənə etiraz edə biləcəm. Yox. O zaman inancını yaşa da təzədən bu cəmaatını yedirirsən ki, yəni dirənə bilərsən. Dirənə bilərsən ki, bu yox, budur qəbul edə. Ay qardaş, peyğəmbər kimi zorla Məkkədə imanı gətirib? Əzim, ibadət yerlərini yıxmaq nə deməkdir bəs? Deyirəm ki, Məkkəlilər peyğəmbərə iman gətirdilər. Məkkəlilər. Bəs Qureyş tayfası və lokal müharibələr kimdən oldu? Nə? Lokal döyüşlər kimdən oldu bəs? Lokal döyüşlər müşriklər gəldilər bunlarla döyüşməyə, onlarla döyüşdülər, bəli. Gəlməzdin sən şəhəri işğala gəlsən. Gələrəm, əzizim. Amma bu o demək deyil ki, peyğəmbər səhvdir burada. Əzim, şiddət yolu ilə dayatmadır da bu. Qarabağ müharibəsi şiddət idi. Bizim elədiyimiz yox. Niyə şiddət deyildi? Sən niyə gedib ermənin torpağına girirsən ki? Ermənin torpağıdır ki o. Ona görə hə, o elə düşünür də. Düşünə dursun, tarixi fakt var axı. Ay sağ ol. İndi bu da düşünsün ki, mənim torpağımdır. Bu nə qaraq indi? Situasiya deyil, yazsın. Situasiya. Nətər eyni situasiyada o qardaş? Bizi də mən gedib orada din dayatmamışam, inanc dayatmamışam. Evet, qulaq as. Ermənilər də bizi torpağımızdan zorla çıxartdılar, getdik geri qaytardıq. Peyğəmbər də zorla çıxartmışlar, getdi geri qaytardı. İndi niyə sən buna yaşamaq istəyirsən? Əhsən, gözəl. Biz Şuşaya girəndə Şuşadakı kilsəni yıxdıq. Nəyi? Şuşaya girəndə, Xankəndinə girəndə bu iki şəhərlərdəki, Cəbrayıldakı kilsələri yıxdıq. Yox. Niyə bütlər yıxıldı bəs? Bəs deyirəm də, bütə inanan adam qalmamışdı deyə yıxdılar. Onda döyüş kimdən getmişdi? Döyüş o müşriklərlə, bir qrup müşriklə. Bütpərəstlə də yəni. Harı? Demək ki, inanan qalmışdı. Öldülər də, onlar da döyüşlər öldülər. Niyə öldürdünüz şey onlar? Siz yox da, niyə öldürdülər ki onlar? İnanırdı, kişilər inanırdı. Nəysə lazım. Bax, əzizim, deyim də niyə? Biz niyə görə antiterror əməliyyatında ermənilər öldürdük? Əzizim, bax, gəlsələr Azərbaycana. Sual verirəm. Yo, tez qaçma. Biz niyə antiterror əməliyyatında Xankəndinə girəndə... Qaçma zada ehtiyac yoxdur. Elə söhbətə ehtiyac yoxdur. Məsləhət olsa... Yo, niyə öldürdün? Sual verirəm sənə. Döyüşənləri... Nə? Kimi? Erməni ölmədi antiterror əməliyyatında. Öldü. Niyə öldürdülər? Separatçıdır, bölücüdür, teröristdir. Ay yaşa, hücum eləyirdi də bizə, düzdürmü? Hədə. Ay yaşa, bunlar da bunların üstünə hücum eləyirlər. Gəlirlər bunlardan döyüşməyə. Bu nə qarmalıdır? Deməli, gəl öldür məni. Cəmaatın bütün yıxanda nə qarmalıdır ki, cəmaat? Ay qardaş, bütün sonradan yıxıb, o döyüşdən sonra yıxıb bütün. Döyüşdən sonra yıxıb bütün. Fətə gəlmiş ordu ilə nə qarmalıydılar ki, Simişka tutmalıydılar. Bəs mən də onu deyirəm də, deyirəm ki,
Simişkə çıtlamamalıydılar, canım gözüm. Amma bu yanlış bir şey deyil. Qarabağ müharibəsi Bak, nədir? ay kardeşim bak Qarabağ müharibəsi ilə situasiya eyni situasiya deyil. Biz Qarabağ geri alanda, işğaldan qurtaranda orada bir şey yıxmamışıq. Kilsə yıxmamışıq. Onların inanclarında inandıqları şeyləri yıxmamışıq. Ay canım, niyə yıxmamışıq? Amma Ay, niyə bax, yıxmamışıq? bax mənim qardaşım, belə bir məsələ var. Gəlmisən Qəbələyə bir ordu ilə. Mənim burada bir bütün var. Mənim burada bütün var. Sən ordu ilə Qəbələyə gələsi olsan, təbii ki mən sən qabağa bir gücüm çatandan bir silahlı güclə çıxacam. Bax, Sən orada çox sivil rahat gəlsəydin. formada- Çox rahat formada izah edeyim, qulaq as. Bax, hər müharibənin öz meyarı var. Məkkə müharibəsi nə üstündədir? Din üstündə, düzdür? Hə. Ay sağ ol. Peyğəmbər də gəldi bütü yıxdı. Sənin müharibənin nə üstündə idi? Artsaq söhbəti üstündə idi, düzdür? Ərazi üstündə, hə. Artsaq bayrağın ayağımızın altına atıb təhqir elədi, eləmədik? Bayraq başqa şey deyəsən. Yox, qulaq as. Erməni üçün müqəddəs idi o ya yox? Xeyr deyil. Bayraq müqəddəs deyil erməni üçün. Əzizim, erməni üçün müqəddəs olsa belə birincisi o Ermənistan bayrağı da idi. O separatçı bir bayraq idi. Erməni bayrağını ayağımızın altına atmadıq orada. Mən atmamışam, yox. Sən atmamısan. Yəni şəkillər də bu, tumla şəkil var ki, Atam ayağın yoxdan altında bir idi. maşının Hə, dalı atsın bağlı da. sürüyor, bir ayağını Atsın sürüyor. da. Hə, ola bilər. Ay sağ ol. Yəni müharibə nəyin uğrundadırsa, canım gözüm, Aha, o aha. şey aradan götürülür. Yəni sənin Bəs mən də sənə onu deyirəm də, din uğrunda bir müharibə varsa, demək ki, ortada bir şiddət var. şey torpaq uğrunda olsa şiddət olmur. Torpaq uğrunda başqa bir şeydir. Şiddətin təlimatının Tanrıdan gəldiyini iddia edib şiddətə meyl etmək başqa bir şeydir. Ay canım gözüm, ay sən baş verərəm. Bax, Qarabağ müharibəsi hüquqi müstəvidə Birləşmiş Millətlərin 830 neçəsi olmalıdır? 803 dənə qətnaməsi var. Ərazi bütövlüyümüzü tanıyan. Azərbaycanın ərazi bütövlüyü Qarabağ daxilində bütün beynəlxalq müstəvidə tanınırdı zaten. Hər kəs də bilirdi bunu. Burada hüquqi bir müstəvi var. Məsələ burasındadır ki, sən Məkkədən elə ya da belə çıxırsan ya da çıxardırsan, necə istəyirsən yorumlaya bilirsən, çıxırsan, gedirsən, Mədinədə yaşayırsan, qayıdıb gələndə ziyarət adı ilə sən iddia edirsən ki, ziyarət adı ilə gəlib, ziyarət adı ilə gələn 10 minlik bir silahlı ordu var ortada. Bax, Sevik, ola bilər o mən səhv eləyirəm, amma yadımdan çıxıb, mənim həzzi yadımda qalıb. Olar. Ola bilər mən səhv eləyirəm, ona yəni ola bilər. Ona bir şey demirəm. Tamam. Bu o halda haqq qazandırlardı ki, sənin dediyin orduya, ordu formatında deyil və ya ordu formatında belə olsa bir ya da iki nəfər göndərilərdi. Sizin bütlərinizlə, inancınızla işimiz yoxdur. Kəsin səsinizi, səssiz olun, gedin qarışmayın. Bizim öz inancımız, sizin öz inancınız. Bu olardı sivil qayda. Hə, dönəmin şərtləri deyirsənsə, dönəmin Üzr şərtləri istəyirəm. təbii ki, Aşağıdan Alparslan qardaş yazıb ki, səhv elədin, həccə gəl. Okey, mən üzr istəyirəm. Deməli fətə gəlibmiş. Bunu mən səhv yadımda qalıb. Bunu qəbul elədim, okey. Yəni bu yenə də məsələni dəyişmir ha. Yəni məsələnin şeyini dəyişmir bu. Niyə ürəyin üzüldü? Bax, indi yenə də deyirəm, bax adamı yurdundan çıxartmışdılar, zülm eləmişdilər, dostların, qohumların öldürmüşdülər. Adam da ordu topladı, güc topladı, gəldi öz kimi əzizim, qohumları deyəndə kimi nəzərdə tutur? Musa Həmzəni, Həmzə nə idi onun? əmisi. Digər əmilərindən biri də inanmırdı da onun peyğəmbərliyinə, doğrudur. Kim? Hansı əmisi? Əmilərindən ya da əmi oğlanlarından biri inanmayıb da onun peyğəmbərlərinə. Kimdə hansı? Hansı? Yəni tapıb. İnanan da var, inanmayan da var. Yəni hamısı inanmalı. İnanmayan var da yəni, bir tezdən axtarmayaq. Niyə olmasın? Gözəl. Gözəl. İndi o inanmayanlar sonradan inandılar. Yox. O inanmayan kiçik bir qrup Ay qardaş inandılar necə yəni? ömrünün sonuna qədər inanmayıb ölən qohumu var ya onun. Var amma digərləri var da inanmayanlar. Bir çoxu iman gətirdi Məkkədə. Mən qardaşım bir dəqiqə, hanı kitab? Ay mən demirəm, hamısı iman gətirib. İman gətirmədən ölən var. Əbu Ləhəbi deyirsənsə Əbu Ləhəb var. Hə, Əbu Ləhəb var burada. Əbu Cəhil var. Hə, demək ki, o ayrı bir məsələ. Gəldik. Deməli məsələ nədən ibarət? Qalan qohumları iman gətirdi. İman gətirmədən ölənlər var. Zaten bunların bir çoxu Məkkənin fəthindən əvvəl öldü. Demək ki, Məkkənin fəthi dönəmində də iman eləməyən və öz bütpərəstliyinə davam edən bir qrup var idi orada, düzdür? O qrupda öldürüldü və ya degenerasiyaya məruz qaldı. Bax, burada kontekstdən çıxmayaq. Müsəlmanların üstünə silahlı hücum elədilər. Burada da söhbət necə oldu bilsən? Deyən gün kim idi ay Allah? O müşriklərdən biri görür ki, bunlar 10 mindirlər, qaçır bunlara xəbər edir ki, bunlar böyük ordu ilə üstümüzə gəlirlər.
Buradan da 2-3 qrup ayrılır, gedir bunların üstünə hücum eləyir ki, bunlar gəlməsinlər filan. Yəni bunları öldürürlər, bunlar heç. Amma Məkkənin içində döyüş olmur. Yəni peyğəmbər heç kimdən döyüşmür Məkkənin içində. Məkkənin içində döyüşmür deyəndə ki, əzim, orada bütlər yıxılanda zaten bütə inanan kimisə qalmamışdı. Digər iddiam budur da. Kimsə qalmamışdı. Qalan 3-5 nəfər də kəsmişdilər. Kəsmişlər deyəndə döyüşdülər, öldülər də. Niyə döyüşdülər onu öyrənməyə çalışan da mən. Ay canım gözüm. Deyirəm də bu 2 saat nə izah edirəm. Deyirəm müsəlmanlar gələndə onların içindən bir Bax, az saylı toqquşma oldu. Az saylı toqquşma oldu. bunu Xəlid İbn Vəlidin dəstəsinə Məkkənin aşağı tərəfində bəzi Qureyş qrupları qarşı durma yaşadı. Bəli, bəli. Bəli, düzdürmü? Ya Qaynaq da istəyirsən. Xalid İbn Vəldin özü də iman gətirdi ha peyğəmbərə döyüşən. Yox, onu bildim. Yəni ora sırf fəthə gəlmişdilər. Okey də deyirəm mən səhv elədim də orada. Mən yadımdan çıxmışdım. Elə Yox, onu bilmək o sorun deyil, o sorun deyil. Okey. Gəlib qəbul eləməyən 3-5 nəfər də döyüş sırasında öldürüldü. Döyüşdə öldürülür bəli. Sən indi bunu doğru eləyirsən, yəni qəbul eləyirsən. Tam doğrudur. Mən Yəni mən sizə aid olan bir bölgəyə gəlib bütlərinizi yıxmağa çalışsam, qarşı dursanız bu haqsızlıqdır. bax, bu hadisəni doğru qəbul eləməyən insan Qarabağ hadisəsini doğru qəbul edə bilməz. Qarabağ hadisəsi ilə o hadisə arasında çox ciddi fərq var. Bax, ikisindən də yurdundan qovulma var. Düzdür? Yox, eyni Peyğəmbər situasiya deyil. qovulmamışlar. Ərazi, əzim bax, yurdundan qovulmaq kütləvi şəkildə bu bir. İkincisi, Məhəmməd Peyğəmbər öz evindən qovulub, öz evinə də qayıda bilərdi. Bu da düzdür. Kimin evini aldı ki peyğəmbər? Kimin evində bütün necə xilafət qurdu adam? Bildimi? Kimin evin? Bax, bir nəfər mənə denən ki, Əzim xilafət qurub xilafətin başında da özü dayandı. bildimi? Diyandı. Hə. Deyirəm ki, Məkkədə kimin evin əlindən aldı peyğəmbər? Əzim, kiminsə evin əlindən aldı yox. Hamı Bütün yaşadı. Məkkəni aldı adam. Bax, bildimi? Hamı yenə də yaşadı da həmin kimi. Yaşamalıydı təbii ki. Yaşamayacaq. Canım da deməli bu adamın məqsədi Əzim adam sən o yorumu hardan çıxardırsan? Bu sənin şəxsi yorumundur axı. Mən də o yorumu çıxarda bilərəm ki, adam bir kraliyyət qurdu. bax qulaq as əzizim. Əgər bu adamın məqsədi şiddət olsaydı, Məkkəyə girəndən sonra hamını küllük eləyərdi orada. Niyə eləyir ki, zaten itaət eləyirlər də da. Bu adam, bax diqqət elə. Bu adam girir Məkkəyə. Məkkəyə girir. Sadəcə o lokal qruplarla döyüşürlər, bunlar öldürülür, qalan hamının həyatını bağışlayır peyğəmbər. Əzim həmin həyatını bağışlayır. Lokal qrupları da öldürülür, savaşılır, Hücum döyüşülür, elədilər, öldürülür. öldürüldü. Və o lokal qrupun üstə sən işğala gəlirsən, necə haqq qazandıra bilərsən buna? Necə lokal qrupun nədir düz idi? Sən rayonuna işğala gəlsən, yəni çıxmayacaqsan qabağımıza. Onda erməni düz elib çıxıb da qabağımıza. Ermənin yeri deyil axı. Adətən ermənin yeri deyil. Ermənin yeri deyil Qarabağ. Hara? Ermənin yeri deyil, qardaşım. Orada bax. Qarabağ işğal olunanda Qarabağda erməni yaşayırdı ya yox. Yaşayırdı təbii ki. Ay sağ ol. Elə indi də bizdən döyüşənlər elə Qarabağ erməniləri idi. Qarabağda yaşayan ermənilər idi, düzdürmü? Hə. Bunlar idi. Narahatım. Yerevan ərəbi ermənisi gəlib. Lap yaxşı var idi. Mən orada olmuşam. Pasportları da bilirəm. Yox, o söhbətə heç girməyə gidiyor. Mən də medalım burdadır. Bax başımın üstündə görürsən. Yəni mən orada bir dolusu pasport görmüşəm. Yerevan Ermənistan var idi, Fələstindən gələn də var idi, Lübnandan gələn də var idi. O ayrı bir mövzu. Əsas antiterror əməliyyatından danışanda orada Qarabağ erməniləri də antiterrorda. Bax diqqət elə. İndi burada da əvvəldən yaşayan ermənilər var idi və bizi qovmuşdular. Biz də qayıtdıq öz torpağımızı almağa. Düzdürmü? Həmin kontekstdə bunu da Məkkədən qovmuşdular peyğəmbəri. Düzdür? Peyğəmbər də həmin adamlar da Məkkədə yaşayırdı, qovan adamlar. Peyğəmbər də qayıtdı ora. Biz də qayıtdıq Qarabağa. Bizə qarşı Eyni şey deyil ay yoldaş. Eyni bax. Bizlə döyüşənlərə qarşı döyüşdük, döyüşmədik. Bizlə qarşı döyüşənlərə qarşı döyüşdük bəli. Niyə döyüşdük? Bizim idi ora ona görə. Ay yaşa, bu da peyğəmbərin idi, götürdü. Nə idi peyğəmbər? Bütün Məkkə. Nədir? Bütün Məkkə peyğəmbərin idi. Bravo. Bu qədər bəsit. Peyğəmbərin haqqı idi, götürdü. Allah peyğəmbər. Hə. Yaxşı eləmiş, yaxşı eləmiş. Yəni
Kontekst eynidir. Çevik. Hara fırladırsan fırlat, eyni kontekst. Yox, fırlatmadı be. Sən dediyin sözdən sonra müzakirəyə ehtiyac. Mən belə başa düşürəm. Ortaya bir dənə nümunə çıxır ki, Qaydaq şiddət ayələri. haqlı da olsa, haqsız da olsa belə eləyib zor eləyib, bitdi getdi. Okey. Belə eləyib zor eləyib deyəndə də mən sənə bu qədər fakt verdim. Sən yenə də deyirsən. Fakt, mən də sənə fakt verdim də. Nə faktı verdin? Deyirəm Deyirəm, adamı nasıl? evdən qovublar, canım gözüm. Bu da qayıdıb öz evinə. Öz evinə qayıdıb, öz evini alaydı. Deməkən komple niyə aldı ki? Ay qardaşım, o öz evinə qayıtsa bunu öldürəcəklər, öldürməyəcəklər. 10.000 ordu ilə kimdir onu öldürən? Bildin? Bu 10.000 ordu ilə gəldi, düzdür? Hə. 10.000 ordu ilə dedi ki, davay siz qayıdın, mən də gəldim evimə yaşayıram. Bunu öldürəcəklər, öldürməyəcəklər. 10.000 ordusu olan bir adamı kim öldürər? Hadi 10.000 ordu orada qalsa əgər, Məkkədə qalsa, Seravli bu adam olur imperator, düzdürmü qalsa? Zaten oldu da. Bəs o 10.000 ordu getsə nə olacaq? 10.000 ordu getsə nə deyib, bu adam 10.000 ordu toplayıb gəlib bir kraliyyət qurmağa. Bax, sən bunun kraliyyət qurmasına qarşısan ki, bu gəldiyi ələ... Qarşı zat da öyle mi? Siz deyirsiniz ki bu ilahi bir şeydir, vəhinin məhsuludur. Mən deyirəm ki adam bildiyin sistemin qur... Hə, burada zəka söhbəti varmı? Mənlik deyil o. O zəkada bir adamın başqa bir söz demərəm ona da. Şəxsinə, zəkasına, stratejik zəkasına, komandanlıq zəkasına başqa bir mövzudur. Amma açıq-aşkar özün öz dilindən deyirsən ki, adam evindən qovuldu, gəldi komple Məkkəni aldı. Nəyin ki komple Məkkəni? Civarda nə var, nə yox hamısını aldı. Çünki bunu eləməsəydi, Məkkəlilər yenə də bunu öldürə bilərdilər. Elə çox düzgün qərar verib. Mən təqdir Ay yoldaş, öldürə bilərdilər nədir? Bu adam zaten Məkkəni işğala gəlib. Ha, yox, Mədinəyə qayıtdığını bilirəm. Bu deyil sadəcə hakimiyyət qurdu da Məkkədə, bəli də Məkkə Qurdu da zaten də. tabe oldu da bizə. Ağzını aça biləcəyi hər kəs də kəsdilər də. Amma qayıtdı Mədinəyə təzə Mədinədə yaşadı peyğəmbər. Maraqlı deyil. İndi bax məsələ nədir bilirsən, canım gözüm. Mən deyirəm ki, bu adam bunu eləməsəydi, bunu Seravını öldürəcəkdilər. Bu nə etməli idi? Ay yoldaş, Mədinədə idi bu yoldaş. Hə? Mədinədə idi də. Düzdür. Hə. Mədinədən 10.000 qoşunu topladı, gəldi. Yəni Gəlsəydi öldürəcəkdilər, nədir ki? Bu adam fətə gəlib də. Təbii ya başa düşmürsən, ya da elə fırladırsan mümkün. Yox, niyə mən sən dediyimi anlaya bilmirəm, ya da sən mən dediyimi anlaya bilmirsən, hep qarşılıq var. Ay qardaşım mən, bu adam fətə gəlib də. Bax bir dənə sualıma cavab ver. Bax peyğəmbər gəldi girdi Məkkəyə, düzdür? Hə. Evin qapısını açdı, girdi içəri, ordusuna dedi ki, öpürəm sizi, mən də gəldim evimə, siz gedin. Bunlar getdilər. Bax hakimiyyət çox qurmadı burada, okey? Hə. Hakimiyyətdə qalan müşriklər deyirəm, Məkkə müşrikləri. Bu ordu qayıtdı, getdi. Qulaq assa sualıma bir dənə axıra qədər qulaq as. Bir girdi evinə. Ordunu da öpdü ki, sağ olun. Mən buradayım, siz gedin. Nə olacaqdı? Elə bir ehtimalla gəlməmişdi axı zaten. Bildim qardaş, o ehtimalla gəlsə öldürəcəkdilər də bunu. Bəs mən də sənə onu deyirəm də ki, o ehtimalla gəlsəydi, niyə öldürsünlər bu bir? İkincisi, zaten o ehtimalla gələcəkdi deyirsən ha. O tarixə qədər bunlar bir neçə dəfə döyüşüblər. Aço. Zaten ortada bir savaş var da. Savaşı kim başladı? Məkkəlilər. Əminsən. 100%. Ne? Məkkəlilər risk durdu. Fikirləşdilər ki, Muhammed və ətrafını kəsək doğruya. Riski yox, ay canım gözüm. Dedim axı qəfil olmadı. Uhud döyüşü var bunların arasında, düzdür. O dedim axı qəfil olmadı, oturub söhbət eləyirdi. Teması neyse. Bax, Peyğəmbər vəhiy yayanda Məkkədə buna qarşı başladılar təqib eləməyə. Okay? Ha. Bax, Peyğəmbər də öldürəcəkdilər Peyğəmbəri, getdi Mədinəyə. Mədinədə bunu qəbul elədilər. Dedilər ki, sən bizim rəsulumuzsan, Peyğəmbərimizsən, xoş gəlmisən, başımızın üstündə yerin var. Məkkəlilər gördülər ki, bu adamın artıq ətrafında çox adam var, bu təhlükədir. Və bunun üzərinə ordu yığıb hücum elədilər. Yəni, bu qədər bəsit. Birdən biri olmadı yəni. Mədinəyə hücum olmayı bax qardaşım. İşin qeyri-adi tərəfi Mədinəyə hücum olur. Mədinəyə hücum olub demirəm, əzizim deyirəm ki, müsəlmanların üstünə hücum eləyib döyüşüblər. Harda? Olub, olub deyirlər, bilmirəm də. Mən sırf döyüşlərin yerini bilmirəm, yalançı olaram, nöqtə olaraq yerini bilmirəm. Döyüşlərin adlarını falan verirəm, amma yer olaraq bilmirəm, yalançı olaram. Olub deyirlər, Mədinəyə hücum olub, bəli. Gəlin baxaq da. Safxozda. Kimdirsə yaxşı vizyonu var.
Bədir, Uhud, Xəndək. Ha, okey. Vallahi uşaqlar, mən bəzən şeylər yadımdan çıxır. Mən o qədər o fəlsəfi tərəflərinə baxıram ki, dinin. Vallahi o şey, yer mövzuları zadı yadımdan çıxır, ağlımdan çıxır, yəni ağlımda qalmır. Buradan xatırladan dostlara çox-çox təşəkkür edirəm. Allah razı olsun. Bəli, xatırladılar, özü düz xatırladılar. İşin içində Uhud var, Xəndək döyüşü var. Mənim səhv elədiyim yerləri xahiş edirəm. Altdan yazın ki, mən dərhal düzəldirəm. Mən düzəldərəm, problem. Mən düzəldərəm. Bayaqdan mənə ittiham edirsən ki, İslam tarixi ilə heç bilmirsən. Gəl indi Quran məsələsinə qayıdaq və şiddət ayələrinə. Saat 3-ə işləyib, Sən bağlayaq söhbəti, ürənin necə istəyir? Mənim üçün fərqi yoxdur. Planlı eləyək bunu sabah ya da uyğun bir saatda. Yenə mövzu olsun, yoxsa başqa mövzudan danışaq? Bu qədər basit şeydə yox da, leveldə yox. Biraz kapsamlı eləyək.